Necəsiniz bugün? Baxıram yenə də maşallah. Elçin gəl keç. Gördüm ki mən gələndə Elçin də mənlə bərabər. Elçin harada gizlənmisən? Gəl keç istədiyin yerdə otur. Hə keç otur. Ay gözəl bir gün arzulayıram sizə. Amma mən deyim sizə ki mən bugün o gözəl günü yaşamadım. Niyə? İşə gələn kimi mənə dedilər ki, Xoşqədəm xanım bir ana gəlibdi. Öz uşağını sığınacağa vermək istəyir. Təsəvvür edin ki, bir ana üçün, yəni mən bir ana olaraq bu xəbəri eşidərkən hansı hissi keçirəcəyim? Birisi çıxır burada uşaq axtarır, başqa birisi gəlir ki, uşağım Türkiyədə qalıb ona kömək edin, başqa birisi gəlir ki, qaynanam uşaqları əlimdən alıb və ya həyat yoldaşım uşağımı əlimdən alıb, amma uşağı öz yanında ola-ola. Əgər bir ana öz uşağını atmağa qalxırsa, həqiqətən də bu bir faciədir, sözün bitdiyi yerdir. Mənim üçün bugün ilk bir saatım işlə o ana ilə söhbətdə keçdi. Nə qədər inandırmağa çalışsam da tamaşaçılar, yox. Mən uşağımı sığınacağa qoymaq istəyirəm və ya uşaq evlərindən birinə, özdə Xoşqədəm xanım, bugün olsun ha, sabah da ola bilməz. Bugün, elə gətirdiyin gün uşaq getməlidir. Məqsəd Məryəm, onun həyat yoldaşı da Məryəm deyib, həftələrdir ki, bu studiyadadılar. Həftələrdir ki, ağlayırlar, həftələrdir ki, göz yaşı tökürlər, həftələrdir ki, ata Ukraynada işin gücünü atıb gəlib Məryəm axtarır. Nə bilim, valla. Uşağı İranda qalan ana bizə danışdı. Az sonra bizə danışdı. Mən Məqsəd müəllimi və həyat yoldaşını studiyaya dəvət edirəm. Mətanətin anası buradadır mı? Gəlin, siz də gəlin. 2015-ci ilin dekabrında Mətanət məktub yazaraq evi tərk edibdir. Buyurun, əyləşin. Əliyeva Mətanət təvəkkül qızı əziz tamaşaçılar. 2015-ci il dekabrında. Buyurun xanım, gəlin, niyə oturdunuz? Mən sizi dəvət etdim. Yaxşı ki, veriliş canlıdır. İndi mən məcbur uydum ki, mən zapisdə artıq. Yaxşı ki, canlıdır, əyləşin. Gərək sən axtarım da canlı eləyim, Tahir mənim. Belə olmaz, vallah. Mən artıq bu həftədən başlayayım, canlı olsun hər şey. Əyləşin. Biraz bu tərəfə, xanım, biraz bu tərəfə zəhmət olmasa, daha rahat mikrofonu altınızdan götürün, zəhmət olmasa. Məqsəd mənim, hər dəfə sizə baxarkən, inanın mənə ki, ürəyim ağrıyır. Bizim evimizdə bütün ailə, anam, atam, bacılarım, hər kəs sizi düşünür. Burada bu qədər talelər var. Burada bu qədər, belə deyək, həyat hekayələrini izləyir mənim ailəm. Amma ən çox təsir edən Məryəmin ailəsidir, Məryəmin valideynləridir. Bəzən görürsən ki, mən baxıram, bizə yazırlar, düz mənim çox vaxtım yoxdur, belə çox şeyləri oxumuram, nədir, belə deyək, bizə danışın, sən axtaramın səhifələrinə çox baxa bilmirəm, amma mənə bizim telefonlara gələn mesajları uşaqlar göstərir. Veriliş gedən ərəfədə gələn mesajların 90%-i Məryəmlə bağlıdır və hər kəsə deyir ki, niyə uzadırsınız, bəlkə Məryəmi tapmışsınız. Keşke mən Məryəmi tapsaydım, keşke o qıza əlim çatsaydı. Keşke Məryəmi atası ilə, anası ilə qovuştursaydım, qovuşturmasaydım bu anaya, belə bu anaya deyərdim ki, Məryəm sağdır, həyatdadır, filan yerdədir, filan adresdədir, get qızına sahib çıx, get qızını gör, get qəlbin sakitləşsin. Amma maalesef, təəssüflər əziz tamaşaçılar, axtarış o qədər asan bir şey deyil. Asan olsa, görürsünüz nə qədər şeylər olur, amma asan deyil, bu ağır bir işdir bizim üçün.
Bugün çok maraqlı bir efir izləyəcəksiniz və hər zaman olduğu kimi qonaqlarımız da var. Studiyamızda onların təqdimatı ilə verilişə başlayıb sizə xoş gördük demək istəyirəm. Cabbar Musayev, bəstəkar, müğənni. Vasif Akifli, Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının direktoru. Könül Kərimova, müğənni. Əl çalaq, alqışlayaq. Aygül Xəlilin, Narınc Psixologiya Mərkəzinin psixologu. Əsəd Əliyev, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnografiya İnstitutunun aparıcı elmçisi və Tahir Əlizayev, vəkil. Xoş gəlmişsiniz. Bir daha təbrik etmək istəyirəm. Xoş olmalı. Ay, çox sağ olun. Nə üçündür bu? Bütün jurnalist. Çox təşəkkür edirəm. Minnətdarım. Allah sizi qorusun. Allah Amma eləsin. bu ad çox yandırdı. Təşəkkür edirəm. Minnətdaram bu gözəl çiçəklər üçün və harada qalmışdıq? Reklama ayrılmaq zamanı Şahin, bu reklamlara görə səni öldürəcəyəm mən. Sual vermək istəyirəm reklamlar. Reklamlara ayrılırıq amma kanalı dəyişməyin çünki reklamlardan sonra öz övladını bugün sığınacağa qoymaq, hətta uşaq evinə qoymaq istəyən ana sizlərin qarşısında olacaq. O cümlədən Məryəmlə bağlı aldığımız ən son xəbəri onun məhz anasına əziz tamaşaçılar. Məhz anasına deyəcək. Hələliksə reklamlar. Baxırdınız, 2 gün efirdə olmadınız. Mənə elə gəldi ki, siz bu 2 gün efirdə olmamanıza səbəb bacınız oldu. Elə düşündüyüm səhvdir. İnşallah ki, səhvdir mənim düşündüyüm. Çünki 5-ci gün efirdən çıxanda bacınızın mesajını mən gördüm sizə. Üzr istəyirəm ki, sizin telefonunuza baxdım, amma stolun üstündə olduğuna görə bacınızdan gələn o mesajı mən oxudum. Ki, yazırdı ki, çıxma efirə. Yenən ki, işim var, yazılarım var falan filan yəni. Xoşqədəm xanım, ilk öncə sizə, sizin kollektivə öz təşəkkürümü bildirirəm ki, Məryəmin axtarışlarında öz səyinizi göstərirsiniz. Heç vaxt dayanmıram, heç vaxt biz dayanmadıq. Çox sağ olun, Allah sizə kömək olsun. Təzyiqə qalanda da ki, heç kim bizə təzyiq göstərməyib. Bura çıxmağımızı yoldaşı və mən qərar verib çıxmışıq. Yəni, ümid yeri kimi çıxmışıq bura. Heç kim də bizə təzyiq eləməyib, yox. Elə istəyirəm ki, bacınız da bu studiyaya gəlsin. Onun ailəsi var, uşaqlar, 3 körpəsi var. Bura gələ bilmir. Amma yəni studiyaya çıxmaq o qədər pis deyil axı. Yəni düz deyil. Nə var ki burada? Bacısının axtarışı, qızının axtarışı da o qədər bacısı uşağı üçün, qardaşı uşağı üçün, dayısı, əmisi, bibisi üçün axtarışa çıxan var ki. Biz çıxmışıq, valideynlər kimi çıxmışıq. Verilişə arasına. Siz ona dəstək verirsiniz, əziyyət çəkirsiniz, kömək edirsiniz. Bax, bu çıxma deyən nə təklif edir? Çıxma deyən bu qızın tapılması üçün nə edir? Çox maraqlıdır. Çox maraqlıdır. O nə təklif? Niyə çıxma deyir? Və çıxmanın qarşısında hansı belə deyək, bir faktı mı, bir işi mi qoyur onun qarşısına ki, bax mən çıxma, mən bunu edirəm sən. Çıxma, mən bunu edirəm. O nə deyir, xanım? Niyə çıxma? O kömək edirsə, o axtarırsa, bəlkə biz mane oluruq ona. Bu deyilsin. Bacınız var. Bilirsiniz? Bacım elə söz demir. Yo, bacınız mən öz mən yalan danışası deyirəm ki, burada Bilirsiniz? xanım. Canlı efirdir, burada montaj yoxdur. Bilirsiniz? Yəni mən canlı efirdə sizə dedim ki, stolun üstündə siz telefonu qoyub qalxmışdınız. Mən baxdım, sizdən soruşdum ki, deyəsən bacınızdır sizə yazan. Dediniz ki, bəli, yazıbdır. Mən dedim ki, belə yazmışdı, siz də təsdiqlədiniz. İndi mən yalan danışa bilmərəm ki, efirdə. Yəni mən deyirəm ki, o niyə elə deyir, niyə elə deyir? Bax, bəlkə həqiqətən bir bildiyi nəsə var. Olsaydı belə bizi belə yanlış qoymaz da o, bilmir, o da bizi kimi. Mənim burada incimirsiniz bir söz deyim. Mən həqiqətən Məqsəd müəllimə çox yazığım gəlir. İnciməyin Məqsəd müəllim bu sözü dedim. Yəni pis anlamda anlamayın. Yəni mənim ürəyim yazığım deyəndə yəni ürəyim ağrıyır sizə. Mənim burada anadan çox, üzr istəyirəm, bağışlayın. Anadan çox Məqsəd müəllimə ürəyim ağrıyır. Bütün bu oyunlar
bunların içine gəlib düşüb bu adam. Qızını axtarır, işindən olub, gücündən olub. Yəni hər kəs bugün öz ailəsini saxlamaq üçün, dolanmaq üçün bir belə deyək ki, hamımız, mənim özüm də, əgər bütün günü yollardayamsa, gecəm yoxsa, günüzüm yoxsa, montajlarda, nə bilim, hansısa bir süjetin çəkilişi, axtarış, bunlar üçün gedirəmsə, deməli, ailəmi dolandırmaq üçün, yaşamaq üçün mücadilə verirəm və hər kəs də yaşamaq üçün mücadilə verir, övladları üçün, gələcəyi üçün. Bu baxımdan mən Məqsəd müəllimin günlərdir, həftələrdir burada olmasına çox üzülürəm. Mənim bunu etiraf edəcəm, ürəyim ağrır. Və məni ən çox narahat edən odur ki, nəyə görə bütün, bax, mən qurğu deyirəm ona, bütün qurğularda da əsas, belə deyək, o rolda Məqsəd müəllimi görürlər. Yazanlar yazır, ata çıxsın, üzr istəsin, Ukraynada belə ailə qurdu, ailəsi ilə belə münasibətləri pisdir, qalmadı, getmədi, uşaqla maraqlanmadı, Şabrana o gəlsin, filan yerə o gəlsin. Sanki elə bil ki, bütün oyunlar bu adamın başındadır. Mən dünən Məryəmə buradan müraciət etmişdim. Yenə də müraciət edirəm. Çünki Məryəmin Bakıda olması ilə bağlı, küçədə görülməsi ilə bağlı 1 yox, 2 yox, 3 yox, 4 yox, 5 yox, veriliş getdiyi ərəfədə onlarla zəng gəlir. Mən xahiş edirəm, mənim dəyərli tamaşaçılarımdan, hər zaman siz kömək etdiniz, hər zaman siz yanımızda oldunuz. Yenə də sizdən xahiş edirəm, Məryəmin tapılmasında onu harada görmüşsünüzsə, dəqiq informasiyalardan bizə kömək edin, bu axtarış yekunlaşsın. Mənim özüm üçün də çətindir, hər gün gəlib bura Məryəmlə bağlı danışmaq. Amma məni ən çox üzən dediyim kimi, bu ailədir və əsas da Məryəmin atası Məqsəd müəllimdir. Çünki həqiqətən çox üzülür bu adam, çox əzab çəkir. Bilmirəm nəyin əzabıdır, mənə elə gəlir ki, çox şeyi də Məqsəd müəllim burada açıqlamır. Sanki bir vicdan əzabı çəkir. Sanki zamanında etmədiyi bir iş üçün vicdan əzabı çəkir. Onun üzündə mən o ifadəni, o belə deyək, görmüşdüm. Amma mənim dünən atam da eyni sözü mənə dedi ki, 80 yaşlı insandır. Hər halda o dünya görüşlüdür. O çox böyük dünya görmüş bir insandır. O məndən daha yaxşı düşünür, bilir. Mənim atam dedi ki, qızım, o kişinin üzündə bir peşmançılıq ifadəsi var. O nə isə etməyib deyə bir vicdan əzabı çəkir. Mən bilmirəm o nədir Məqsəd müəllim. Mən bilmirəm siz nəyin əzabını çəkirsiniz. Amma tamaşaçılar da bunu hiss edir. Təkcə mənim atam yox. Məsələn, biz reklam arasında da baxırıq, bayaqdan da həm oturuşlarında çox məsafədirlər. Nə bir-birlərinə qarşı bir söz demirlər, bilməm, bir-birlərini günahlandırırlar, ya aralarındakı Mən üzr istəyirəm. Və övladınız itib, amma siz heç də övladınız itmiş formada oturmamışsınız burada. Bir-birinizlə ümumiyyətlə söhbət belə eləmirsiniz, heç də bölüşmürsünüz. Açıqlayacağım, niyə inanmıram. Az öncə veriliş başlamamışdan qabaq xanım yaxınlaşıb mənə deyir ki, xahiş edirəm mənə kömək eləyim, mən bir qız uşağı götürüm evlatlığa. Necə? Xahiş edirəm mənə kömək eləyim, mən bir qız uşağı götürüm evlatlığa. Kim dedi? Xanım, Məryəmin anası. Anası. Bəli. Yəni, mən də ilk sualım oldu ki, bəlkə gözləyəsiniz Məryəm tapılsın, yəni bu uşaq evlatlığa götürmək uzun prosesdir, müraciət olunacaq, sənədlər toplanacaq, icra hakimiyyətinə getməlisiniz. Səmimiyyətinizə niyə inanmıram, bunu da deyəcəm. İncisəz də inciməsiz də bunu deməliyəm. Evladını itirən və hətta bu dəqiqə harda olduğunu, hansı bəlada olduğunu, yaxşı gündə belə olduğunu bilsəz belə, evladını sizdən imtina eləyib. Göndərilən məktublara əsasən, gedişata əsasən. Siz bu qədər hadisələrin içində bir evlad sevginiz varsa da, ən azından hələ də siz Məryəmin dərdinə yanmalısınız o sevgi ilə. Başa düşmürsünüz axı, mən evə gedirəm, ev başıma uçur, o uşağın boş yerlərini görürəm, o boşluğu Məryəmin axtarışı ilə doldurmalısınız. Anam, onun yerinə başqa bir evlad gətirmək düzgün deyil. Ev başıma uçur, ürəyim partlayır. Qoy mən deyim, sən icazə ver bir dənə. Siz orada cavabınız çox yaxşı idi, Məqsəd müəllim yoldaşınıza. Siz də orada söhbətdəydiniz. Mən bunu açıqlayacağam. Çünki tamaşaçılar da izləyir və burada səmimiyyətin söhbət gedirsə, siz orada yoldaşınıza bir cavab verdiniz ki, siz hələ Məryəmə baxardın, ondan sonra başqa uşaq istəyərdin. Yəni bu cavab artıq hər şeyi bəlli edir. Ki, Məryəmə sən baxardın. Bir dəqiqə, mən başa düşmədim. Siz dediniz ki, mən uşaq istəyirəm. Sığınacaqdan bir uşaq istəyirəm. Başını qatmaq üçün də, yəni
Düzgün yanaşma deyil ki. Çox çətin məsələdir bu. Bilirsiniz, Başı qatışır da xanım. Birinci səfər verilişə gələndə bu mövzu ilə bağlı yadınıza gəlsə mən mövqeyimi bildirmişdim. Xoşqədəm xanım, bunlar tamam başqa münasibətdə olan insanlardır. Yadınıza gəlsə mən dedim, hələ mənə bir etiraz da oldu. Bugün çox sağ olun ki, siz həmin şeyi dediniz, təsdiqlədiniz. Doğrudan mənim ürəyim ağrıyır Məqsəd müəllimə. Məqsəd müəllim özünü təsdiq eləmək istəyir, bu günə qədər, indiyə qədər də təsdiq eləyə bilmir. Siz övlad götürəndə bir yoldaşınızla məsləhətləşirsinizmi? Tək başına eləyirsiniz bu qərarı. Bu günə qədər etdiyiniz qərarlardır ki, Məqsəd müəllimi bugün fakt qarşısında qoyur. Bəli, Məqsəd müəllim özünü təqdim edir cəmiyyətə ki, mən dedim, məni eşitmədilər. Bax, birinci gündə mən onun simasında onu gördüm, Xoşqədəm xanım. Siz öz başına qərar verirsiniz xanım. Bəs ailə nədir? Ailə ittifaqı nədir? Siz yoldaşınızla məsləhətləşmişsinizmi ki, biz hələ bir acınızı sağ, hələ bir yaranızı sağaldın, ondan sonra təzə bir uşaq götürün dünyaya. Bir uşaq saxlayın. Uşaq qatmaq damını oynamaq, nərdə oynamaq başqadır. Siz mən nə düşünürəm? Ana təkdir evdə, ürəyi partiyası. Xoşqədəm xanım, elə hər tək olan geçsin uşaq götürsün, bunun uşağı kimi. Onun dərdi, üzr istəyirəm. Amma bu cür yox. Nə var ki burada? Onun dərdi 5 övladdır. 5 övladın yüküdür bugün. Əgər bir övladı içibsə, övlad itkisi, onu 5 qat artırıb yükünü. Siz dərdinizi çəkin. Bu hayda köydə durub indi uşaq axtarırsınız. Mən üzr istəyirəm. İndi yoldaşım da düşünmədən bu sözü sizə Vasif müəllimə dedi, düşünmədən fikirləşmədi ki, bunun arxası ilə hansı cavab ala bilər. Məsləhətləşmir. Və yəni məsləhətləşməmiş, əvvəl məsləhət eləməli idi, sonra o sözü deməli. Bəli. Siz belə o hadisəni mənim yanımda olan söhbətdə eşitdiniz. Yəni hal-hazırda indi biz Məryəmin, yəni bu qızımızın axtarışı ilə məşğul olmalıyıq. Bəli. 20 illərdən, 30 illərindən itkilərdən əl çəkməyən insanlar var. Elə sən axtaran layihəsində belə neçə uzun illər tarixə dayanan axtarışlar var ki, analar, bacılar, qardaşlar əl çəkmirlər o axtarışlardan. Hələ Məryəmin axtarışları davam etdiyi halda, bu hadisinin təzə olduğu yerdə mən evdə təkəm və evə girəndə ev başıma oturur məsələsi yetərli bir misaldır. İnsanlar sizin dərdinizə qoşulub, siz artıq başqa bir məsələ eləyirsiniz. Özü də əmindir, gəlsə belə deyir, bizlə olmayacaq. Əslində, ya Məryəm haqqında olan məlumatın desin, ona görə axtarışlar siz necə dediniz, çox gözəl başladınız. Deyir ki, bəlkə xanımda Məryəm haqqında bir məlumat var, o bizimlə bölüşmək istəmir və bilir ki, artıq Məryəm mövzusu bitib onun üçün. Ona görə ikinci... Mən də sual verdim, Xoşqədəm xanım, dedim, bəlkə gözləyəsiz Məryəm tapılsın, dedi, yox, Məryəm tapılmayacaq. Tapılsa belə bizlə yaşamayacaq artıq. Niyə? Xanım çox şey bilir. Deməli, özü hər şeyi bilir artıq. Əslində biz ola bilər ki, əsr reallıqdan uzaqda qalmışıq. Reallıq tamam başqa şey deyir. Elə mi Məqsəd müəllim? Elədir. Mən üzr istəyirəm. Əsas məsələ Məqsəd müəllimə zərbə vurmaqdır. Bu oyun gedir. Yazıq bu olana. Çox təəssüf edirəm. Bunun ürəyinə baxın ki, yoldaşını burada da müdafiə elədi ki, onun arxasını fikirləşmədi. Siz nə haqdan uşaq istəyirsiniz xanım? Sən balanı tapa bilmişsən, axtara bilmişsən. Sizin bunun arxasından nə qədər cəmaat düşür? El düşüb, oba düşüb. Siz nə danışırsınız? Nə uşaq götürmək? Get uşağını axtar tap. Hayır, o məqsədə, hayır. Yox. Artıq 2 aydan çoxdur ki, bu uşağı axtarırıq biz. Mən üzr istəyirəm, 2 aydır. Yəqin ki, haradasa ümidlərində biraz ümidsizlik yaranıb. Ona görə də belə şeyləri düşünür. Amma bu düşüncə heç də xoşa gəlimli düşüncə deyil. Yəni, öz uşağımızı axtaraq. Bilirsiniz, Məqsəd müəllim, həqiqətən də 20 il, 30 il, 40 il, 50, 60 il axtarışlar var sən axtarıramda. Bu ananı da kimsə qınaya bilməz. Yəni, düzdür, mənim üçün də xəbər şok oldu. Yəni, mən onu yalan deyə bilmərəm, etiraf etmək lazımdır. Mən də elə bil ki, onu Vasif deyəndə elə bil kimsə mənə bir şillə vurdu. O dərəcədə mənə təsir etdi. Amma mən bir anlıq bu ananın yerinə qoydum özümü. Bir anlıq düşündüm ki, Allah etməsin, mənim 3 övladımın 3'ü də olmasa yanımda, mən nə inəyərdim? Mən nə edərdim? Deyirik, suda boğulan saman çöpündən yapışır. Bu qadın bu dəqiqə sanki boğulur. Sanki belə deyək, o uçurumun dibindədir. O uçurumdan çıxmaq üçün bir ümid,
bir nəsə axtarır. Onun axtardığı o fikirləşir ki, bəlkə mən o analıq sevgimi verə bilmədim. Bəlkə mən düzgün Məryəmmə nələrisə yönləndirmədim. Bəlkə indi mən götürəcəyim övlada mən onları verə biləcəm. Bəs əminliklə deməyi ki, Məryəm tapılmayacaq, tapılsa belə bizlə yaşamayacaq. Deməli, nəyisə bilir Xoşqədəm xanım, böyük bir sual işarəsi var bu. Oradan başlamaq lazımdır ki, siz Məryəmin gəlməyəcəyini niyə əminliklə deyirsiniz? Bu qədər axtarışlar getdiyi halda və ya gəlib sizlə yaşamayacağını nə bilirsiniz? Çünki yazılan məktublar vardı, ana ondan çıxış edərək deyir. Çünki gələn zəng vardı. Çünki ana ilə WhatsApp-da yazılan deməli, gələn 5-6 məktubda var. arxayın olub, Məryəmdən ümid üzmək lazımdırsa, onda ananın analıq sevgisinin mən şübhəliyəm. Ki, nəinki yenidən evlada baxmaq. O məktubu yazan insan kim yazıbsa, o məndən yəni xoşu gəlməyən bir insandır. Bəli. Mənim də bundan xəbərim yoxdur. Yəni çünki mənim düşmanım yoxdur. Amma hal-hazırda mən görürəm ki, doğrudan da mənim düşmanım var. Çünki o məktubların yazılışında mən görürəm ki, yəni kimsə məndən xoşu gəlmir. Demək ki, bağlı nələrsə var. O zaman belə deyək də, o zaman Məqsəd müəllim, sizin özünüzün şübhələndiyiniz bir kimsə varmı? Kimdir o düşmən? Elə deyilmi? Yəqin ekran qarşısında oturan tamaşaçılar da bu sualı var. Elə biri odur yanında oturub. Kim? Xanımı. Həyat yoldaşı düşməlidir. Siz niyə görməməzliyə Tahir müəllim, mən xahiş edirəm, siz kəsmə şəkildə etiraz edirəm. Siz özünüzü niyə görməməzliyə vurursunuz? Mən görürəm. Mən necəyənə düşməlidir, siz nə danışırsınız? Məqsəd müəllim, birinci xanımdan şübhələn. Yanında oturan xanımdan şübhələn. Evdən oğurluq edilirsə, birinci yaxın ətrafdan şübhələn ki, evə gələn gedən kimdir? Xahiş edirəm. Bilirsiniz, biz bu ailənin timsalında bir böyük bir cəmiyyəti müqayisə edirik, belə deyək. Uşağı itən, övladı ölən, şəhid olan insanların acısını yaşamağı biz bilirik Azərbaycanlı olaraq. Bizim qanımızdadır, canımızdadır, biz onun acısını çəkməliyik. Bugün üzr istəyirəm, çox üzr istəyirəm. Xanımın uşağı 2 ay itib, artıq təzə uşaq axtarır. Bunu ənənədir. Buna biz ənənədir. Mən üzr istəyirəm. Uşağı itib, çox üzr istəyirəm. Uşağı itibsə, uşağının evdə şəkili var, paltarı var, geyimi var, onun səsi var. Siz yaşayın bunlarla. Tahir müəllim, bir saniyə. Mən xahiş edirəm, Tahir müəllim, xahiş edirəm. Mən burada sizə kəskin etirazımı bildirirəm. Kəskin etirazımı bildirirəm. Bir, o qadın heç vaxt həyat yoldaşına düşmən ola bilməz. Ola bilər, o qadın həyat yoldaşının istəyini, əleyhinə nəyisə etsin. Amma heç bir qadın bərabər olduğu, birlikdə yaşadığı, nə bilmə, bəlkə də var. İndi biz ətrafında, çevrədə o qədər iyrənc oyunlar görürük ki, yəni insan, yəni mən belə əminliklə də danışmaq istəmirəm. Bu çirkin oyunları görürük biz bəzən. Amma mən inanmıram ki, bu qadın öz həyat yoldaşına düşmənçilik eləsin. Keşke olmasın. Amma Keşke olmasın. Amma Məqsəd müəllimin dediyi kimi, mənim düşmənim olduğuna mən inandım artıq. O zaman şübhələrinizi deyin. Kimdir o düşmən? Biz də gedək sizinlə birlikdə o düşmənin qapısına deyək ki, bu qızın itməsində sizin nə qədər rolunuz var? İndi yəqin ki, nə vaxtsa çıxacaq da. Əsas odur ki, Məryəm tapılsın. Məryəm tapılandan sonra bütün bu şübhələr üzə çıxacaq. Qızdan, yəni əsas odur qız tapılsın. Belə də mən üzr istəyirəm, biraz uzun çəkməsin. Bəzi insanlar bizim bura çıxmağımızı dəstəkləmir. Bəli, bilirəm. Bəli, dəstəkləmir ki, biz güya özümüzü ictimailəşdirdik. Və sonunda mən neyiniyim? Məcburiyyət qarşısında mən qaldım, mən çıxdım. Bəs nə edeyim mən? Nə etməlidir? O insanlara bəyək Tahir müəllim gözəl bir sual verdi. Dedi, o insanlar nəyi təklif eləyir sizə ki, çıxman? Siz çıxdınız ictimailəşdirməklə neçə Məryəmi xilas etdiniz. Bəli, bəli. Siz ola bilər öz qızınız bugünə qədər də tapılmayıb, sabah da nə olacaq biz bilmirik. Amma siz onlarla Məryəmə yardım etdiniz. Mən buna görə sizə təşəkkür edirəm. Alqışlayıram sizi. Mənim çox dostlarım, yaxınlarım, hamısı bu hadisəni eşitməmişdi. Yəni televiziya vasitəsindən eşitdi, mənə zəng elədi ki, bəs bizə niyə deməmsən ki, qızı üzütüb, biz də kömək eləyəsin. Buyurun, indi dedik, kömək eləyin. Və niyə bir, dedi, çox sağ ol ki, bizim də evimizdə evladlarımız var, birdən o da allanıb bu yolla, gedər dini yolla, yəni uçurma. Yəni, bunları da məndən... Siz valideynlərin gözünü açdınız, kim nə deyir desin. Kim sizə nə deyir desin, Məqsəd müəllim. Mən bütün bilirəm, təşəkkür edirəm də ekran qarşısındakı tamaşaçılara. Sizin
hər zaman bu verilişə baxmanız, bu verilişə müraciət etməniz, bu verilişə inanmanız, gəlməniz, dərdinizi saat 4-dən 7-yə qədər qeydiyyat, o qədər bizim komanda o qədər böyükdür ki, bizim uşaqlar belə yetişə bilmir. O qədər milyonlarla insan sizə baxır və o milyonlarla insanın içərisində 1, 2, 3, 4 Məryəm var idisə, sizin bura çıxışınız, sizin burada danışıqlarınız, sizin burada faktı qoymanız və ictimailəşdirməyiniz artıq o Məryəmləri ata-analarına verdi. Kimsə nə deyirsə desin, kim tapmaq istəyirsə, o sizə zəng eləyib deyənlər var ha. Buyursunlar, gəlsinlər, bizə də yardım etsinlər, elə bərabər axtaraq tapaq. Bizim də, yəni, çoxların anlayışı yoxdur ola bilsin. Qısaca bir xatırlatma olarmı Məryəmin itmə səbəbini? Çox qısaca. Məryəm sentyabr ayının 30-da, mən istəyirəm şəkil gəlsin, ekrana şahim, birinci şəkil gəlsin. Məryəm Sadıqova Məqsəd qızı, sentyabr ayının 30-da əziz tamaşaçılar evdən çıxır. Bir dəfə evdən qaçmağa cəhd edir. Oktyabrın 1-də ata-ana məlumat alır ki, güya Gürcüstana keçibdir. Sonradan bir həftə sonra ana ilə yazışmalar başlayır WhatsApp'da. Deyir ki, anasının dediyinə görə bacılar qrupu deyilən bir qrupla yazışırmış Məryəm. Və Məryəm evdən çıxmasının səbəbi də onları bilir. Və anasına WhatsApp'da səs gəlir, güya Tural adlı bir oğlanla evlənəcək, ailə quracaqdır. Yəni, bu şəkildə. Sonra bütün əlaqələr kəsilir. Məryəm anasına göndərdiyi son şəkil deməyim, WhatsApp'a qoyduğu son şəkil buydu. Elə deyilmi xanım? Son şəkil budur. Məryəm Sadıqova Məqsəd qızı. İkinci şəkil, əsas şəkil gəlsin ekrana. Məryəm, bax, 18 yaşında Məryəm Sadıqova. Bu görkəmdə də tamaşaçılar, xahiş edirəm, bütün tamaşaçılarımızdan xahiş edirəm. Bəlkə də bilib yerini deməyənlər var, qorxanlar var, nə bilim. Çünki Məryəm elə bir qrupla idi ki, ola bilsin ki, qorxurlar, deməyə qorxurlar. Ad anonim saxlanılacaqdır. Heç bir şəkildə, söz verirəm sizə ki, heç bir şəkildə sizin adınız açıqlanmayacaqdır. Məryəmin valideynlərinə qovuşmasında, qovuşmaya da bilər. Məryəm ailəsindən istəməyə də bilər. Çünki artıq onun 18 yaşı var, azaddır. Amma ən azından Məryəmin yeri, ünvanı, həyatda olması ilə bağlı bir xəbər, bir görüntüyə ehtiyacımız var. Qeyd edim ki, bu arada zənglər də dayanmır. Mənə bizim əməkdaşlarımız deyir ki, hətta 20 yanvarda görən olub. 2 gün öncə Şahin. Mən düzgün eşitdim. Şahin, mənim səsdə, qulaqda problem var. Zəng var, zəng var, Məryəmlə bağlı zəng var. Aha, qoşaq, efirə qoşaq. Alo. Alo, Gülayə xanım. Bəli. Buyurun, eşitirik sizi. Alo. Gülayə xanım, sizi eşidirik, buyuruq. Axşamınız xeyir, necəsiz? Çox sağ olun, təşəkkür edirik. Məryəmlə bağlı nəsə məlumat verəcəydiniz. Buyurun, eşitirik sizi. Mən onun validəninə demək istəyirəm ki, Məryəmi mən 20 yanvarda görmüşdüm. 2 nəfər də onun yanında qaladı. Mən dükana gedirdim, təlas edim biraz. Yəni Məryəm Azərbaycandan yəni çıxmayır. Məryəm yəni Azərbaycandadır. Mən o validəninə demək istəyirəm ki, yəni Azərbaycandadır. Yəni siz dəqiq bildiniz ki, o Məryəmdir. Bəlkə Məryəmə oxşar. Bəli, bəli, televizora baxmışam, dəqiq başdan ayağını görürsən ki, yəni o idi. Yəni biraz uzaqdır, ancaq kopya o idi. Yaxşı, geyimi necə idi? Geyimi necə idi? Göy rəngdə Xoşqədəm xanım, göy rəngdə şalvar giymişdi. Göy rəngdə kurtka giymişdi, qara sabatki giymişdi, saçını da yığmışdı, hicabda da idi. Qız bugün o geyimdə gəzməyə real sayılmır. Evdən çıxma səbəbini. Yəni siz o zaman məsələn bir nə olar ki, yəni görür, hamı zəng edir, deyir gördük. Ya bir yaxınlaşın. Deyin ki, qızım Məryəm axtarışdasan, dur onun yanında, arxasınca get və ya bizə zəng elə, əlaqə nömrələrimizi görürsünüz. Yəni nə olar, insanlıq xatirinə bunu etmək lazımdır axı. Hər kəs zəng elir ki, gördük. Aeroport yolunda gördük, 20 yanvarda gördük, 7-ci mikrorayon, 8-ci kilometr. Yəni bunu elə demək olmaz.
Bunu zəng etmək, yanında dayanmaq, arxasında olmaq, yaxınlaşmaq, soruşmaq, bunlar çətin deyil axı. Sabrın, namusun, qeyrətin bilən o heç vaxt baş açıq çıxmaz heç öyle. Mikrofona danışın xanım. Baş açıq heç vaxt öldürsə də onu çıxmaz bayra. Baş açıq adam səhv olur. Məryəm Sadıqova məqsəd qızı axtarılır. Buyurun siz fikrinizi deyin. Bu sualı ne olar biraz açıq şəkildə eləyək. Niyə görə Məryəm tapılsa bu ailədə yaşamayacaq? Çünki istəmir. Məryəm özü istəmir. Niyə? O mənim üçün çox maraqlıdır. Niyə? Anası bilmir, atası bilmir niyə yaşamayacaq onlarla. Niyə yaşamayacaq? Bax, əsas bu sualdan başlamaq lazımdır. Hər şey də bunun ətrafındadır. Mesajlarda yazılmışdı, telefonda mesajlarda. Yox, gedərkən də sizdən, yox, birinci dəfə qaçmağa cəhd eləyəndə ki, siz onu belə deyək, mane oldunuz da, düz deyil. Onda soruşmadınız ki, qızım, niyə mənlə qaçırsan? Demədi ki, niyə məndən, mən əsas gətirmədi. Dedi, mən Şirvana üzr istəyirəm, sözünü kəsirəm. Hara qaçır, kimin yanına qaçacaqsa o atadan, anadan ona əziz olacaq. Bu bir. İkincisi də ki, güya indi o qaçıb dinə yaxın olan adamların yanına, yaxşı, bunu da başa düşdük. Onlar nətər dinə yaxın olan insanlardır ki... Əlbəttə ki, atadan, anadan ayrılan, ata-ana, valideyn haqqı deyilən bir şey var. Bizim müqəddəs kitabımız var. Mən bilmirəm hansı. Orada da bir saniyə, məqsəd mənim, bir saniyə. Ata-ana haqqı var. Ata-ana haqqı, bu danılmazdır, bu itirilməzdir. Bunun üstündən kimsə xət çəkə bilməz. Allah və ata-ana. Əgər biz Allah deyiriksə, Allahımız yəni bundan qorxmaq lazımdır. Biz nə edirik, nə iş görürük, günah da, yaxşılıq da, bunun hamısını Rəbbim görür və geci var, tezi var, hər kəs gördüyü, belə də etdiyi günahın da, nə bilim, yaxşılığın da cavabını alır. Bizim istər övladlarımız olsun, istər ətrafımızdakı olsun. İndi yaxşı, bu Allahı deyib, gedən bir qız necə valideyn haqqını itirə bilər? Necə bax bu iki şəxsi, baxın, gəlirlər hər gün studiyada, bəzən görürsən, babayaq, mən özümdən asılı olmadı, Tahir müəllimin əleyhinə çıxış etdim, kəskin yəni sözünü kəsdim. Niyə? Bu ata-ana oturub Məryəm üçün burada. Suda boğulur, amma saman çöpündən yapışıb bir ümid, bir işıq, hər şeyə razıdır. Yetər ki, qızı çıxsın. Qız da budur. Mən bir söz deyim, xoş qədəm xanım. Üzr istəyirəm, burada dayandırım mən, məqsədən sizə söz verəcəyim. Çünki zənglər çox gəlir. Məryəmlə bağlı bizim, inanın mənə ki, 2 həftədir, bizim telefonlarımıza gələn zənglərin 99%-i yalnız Məryəmlə bağlıdır. Təşəkkür edirəm sizin bu diqqətinizə görə, baxmanıza görə, amma köməyinizə də ehtiyacımız var. Başqa bir qızımız da itibdir. Mikrofonu götürün xanım. Başqa bir qızımız da evi tərk edib. O da Əliyeva Mətanət Təvəkkül qızıdır. 2015-ci il dekabrın 28-də bir məktub yazıb anasına qoyur, hə? Yox, mənə kimə? Qaynı gətirib o məktubu. Qaynının evində, yəni həyat yoldaşının evində belə bir məktub qoyur. Bəsdir mənə alçaltdınız, əzdiniz. İncitdin. Özün bilirsən, mən nə üçün gedirəm? Övladlarımı da alçaltma. Elə bilmə ki, mən uşaqlarımı atıram. Gəlib götürəcəm. Mətanə. O gedən gedibdir. 2015-ci il dekabrın 28-dir. Yaxşı, indi mənə deyin görün. Bu qız niyə oradan gedibdir? Maraqlıdır. Xanım, qoş sizə söylüyorum. Dekabrın 27-sində uşaqları gətirib bizə qoymuşdu. Niyə? Mən də evdə yox idim. Gəldim, dedir ki, toya gedirlər, ailəvi çağırıblar. Hamısı getməlidir. Mən də sonradan gördüm ki, saat 6 idi, nə idi, zəng elədi ki, mama, uşaqları geyinsinlər, gəlirəm, aparam. Mən düz özümə dedim, yaxşı, bu toya gedim, nə yaxşı tez gəlibdir. Sonra gələndən sonra dedim, ay mama ölsün, və sən niyə getməyibsən toya? Dedim, mama, əqqamım yox idi. Əqqam olmadığına görə gedə bilmədim.
Necə dolanırdı ailəsi ilə? Çox kasıb dolanırdılar. Yox, kasıb yox, həyat yoldaşına münasibətlər. Neçə ki, anası sağ idi, anasını maşın vurdu, öldürdü. Anası sağ olanda oğlunun qabağını alırdı. Yaxşı dolanırlar, mehriban dolanırlar. Sonra bu qaynı öz ailəsindən ayrıldı, gəldi bu evə. O gələndən sonra həmişə evlərində söz-söhbət olurmuş, mənə demirmiş. Hər şey məndən gizləndirilmiş. Qızınız qaynanası ilə bir yerdə yaşayır. Bəli. Bəs o qayn boşanıb niyə gəldi? O qayn Bakıdan boşanıb, yoldaşının evində qalırdı ki. Öz xalası nəvəsi idi. Yox, yoldaşının evində yaşayırdı. Bəli, bizim anasının evində. Mən sizin onun qaynından danışıram. Diqqətlə mənə qulaq asın, xahiş edirəm. Bir saniyə diqqətlə suallarımı verim, sizə diqqətlə dinləyib cavab verin. Deyirəm ki, qaynı ki var da qızınızın. O qaynı, qızın qaynı harada, kimin evində yaşayırdı? O Bakıda özünün evi var. Öz evinin var idi, yaxşı. Sonra ayrıldı, gəldi sizin qızınızın yanına. Evi verdi qıza, gəldi anasının evinə. Anasının evidir də ora. Bəli. Orada qalandan sonra bunların arasında söz-söhbət olur. Hər şeyə qarışırmış da. Özünə paltar alanda danışırmış. Niyə aldın, niyə yoldaşına deyirmiş ki, niyə alırsan, uşaqlar. Bu neçə müddət davam edib görəsən bu davaları? Mən onu bilmirəm də. Qızım məndən gizlədib. İndi bu məktubunu oxuyandan sonra, o kağızı ki bizə gətiriblər, veriblər, o məktubu oxuyandan sonra görmüşəm ki, bu qız çox əziyyətlər çəkib. Orada deyir, özü yazır ki, mama, mənə yazmır. Deyir ki, Nadirin özünə, öz yoldaşına yazır. Deyir, mən çox istədim ailəmi saxlayam. Çox güc verdim də, olmadı. Axı gücüm tükənibdi, yoruldum. Maraqlıdır ki, bu hara gedibdi? Əzildim, yoruldum. Birdən-birə çıxdın evdən sonra deyim də 27-si gündən sonra, səhərsi günü 28-ində yoldaşı zəng elədi mənə ki, Mətanət sizə gəlməyib. Dedim, yox, həmişə uşaqlarla gəlir axı. Dedim, yox, gəlməyibdir. Dedi, bəs Mətanət yoxdur. Dedim, necə yoxdur? Getdik ora. Qızımla getdik ora, gedənə dedi ki, gedib uşaqları məktəbdən götürüb, sonra deyib ki, mən bazara gedirəm. Siz gedin evə, mən də bazara gedib gəlirəm. O gedən gedib, yoxdur. Sonra mən ayın 29-unda polis bölməsinə, Kəpəz polisinə müraciət elədim. O da dedi ki, hələ ictimaiyyətləşdirməyək, bəlkə qayıtdı gələ. Bir neçə gün keçdi. Keçəndən sonra verdi ayrı polis. Polislər. O da elə hər gedəndə dedi ki, qorxma, tapacağıq, qızın sağ-salamatdır. Elə 4 ay keçdi. Xanım, indi bunlar bırax ne 4 ay keçdi, 3 ay keçdi, 2 ay keçdi, hələ ki tapılmayıb da, hələ ki tapılmayıb. Haradadır bu qızın yoldaşı, həyat yoldaşı? Həyat yoldaşı öz evində. Nə deyir, həyat yoldaşı deyir ki, ondan bir gün öncə. Mən gedib də, səni niyə atıbdı? Döymüsən, söymüsən, vurmusan? Onu polis araşdırmalıdır. Mən deyirəm, mənə deyir ki, mən heç nə eləmişəm. Necə eləməyibsən? Siz xeyri, siz deyirsiniz, o təbii ki, sizə elə deyəcək. Qonum var, qonşu var, ətraf var. O qızın rəfiqələri var idi, o qıza yaxın olan qonşular var idi. Bir onlarla danışdınız mı? Qonşular da deyir, bax, məhdər qalmışlıq deyir. O heç kimə heç nə demirdi. Nə əziyyət çəkibsə də özü çəkib, ürəyində. Heç kimə deməyibdi. Nə əziyyət çəkib, özü çəkib. Yaxşı, qaynı o məktubu gətirib sizə verəndə, məni alçatmayın, nə bu cür ifadələr var orada? Deyir, belə yazıb gedibdi. Niyə yazıb? Siz onu neynədiniz? Niyə alçatdınız? Nə etdiniz ki, qız o məktubu yazıb? Deyir, nə var ki, qazımız var, işığımız var, bir tikə çörəyimiz var. Və salamından başqa heç də demir. Belə. Hər şey bununla həllin olunur da qadın alın. Sizlə münasibətlər necə idi? Düzdür, çox təəssüf edirəm ki, bugün bizim çevrəmizdə elə insanlar var ki, pul üstündə, nə bilim, adsan üstündə hər şeyə yəni gedə bilərlər, amma pul heç də həmişə hər şeyi həll etmir. Pul insan üçün önəmlidir, o aydın bir şeydir. Pul bizim yaşamağımız üçün önəmlidir. Amma pul o demək deyil ki, sən uşaqlarını at və get. Yaxşı, gedirdin Mətanət, uşaqları niyə götürmədin? Uşaqları niyə götürmədin? Axı, mən anlaya bilmirəm, ana necə övladını qoyub gedə bilər? Bax, mən istəyirəm ki, bizim burada ziyalımız əyləşib. Necə buraxıb gedə bilər? Necə ana öz uşağını buraxıb gedə bilər? Bu ana deyil. Əsəd mənim, necə buraxıb gedə bilər? Bu ana deyil, Qoçqadam xanım. Bu ana deyil, bu zulümdür, zalimdir. Ay sənə, o deyir ki, mən dedim iş tapım işləyim, gəlib sizi də aparacam.
demir ki uşağımı atıram. Onda nəsə Orada da yazıb, başında deyib var mən o. uşağımı atmıram. Ay xanım, qızınız niyə sizə gəlmirdi, qaçırdı? Xoşqədəm xanım, əmin olun ki, burada ayaqqabı məsələsi deyil, maddiyyat məsələsi deyil. Sizə niyə gəlmirdi qızınız? Qayıdıb gələyik, Qaçıb getməkdənsə sizin evə gələrdi ki, ana, mən orada çətindir, mən orada incidirlər. Ona görə sağ verirəm, sizlə münasibət edəcəkdir. Deməyibdi, heç nə deməyib mənə. Niyə deməyib? Suallarım olacaq. Yaxşı, bəs indi hardadır sizin kürəkəniniz? Baxır bizə görəsən. Kürəkən yəqin mi baxır da? Baxır mı? Evini bizə müraciət Bəli. Bilir. Əliyeva Mətanət Təvəkkül qızı axtarır, əziz tamaşaçılar. Ekranda şəklini görürsünüz. Mən istəyirəm ki, Mətanətin həyat yoldaşı bizimlə əlaqə saxlasın. Mətanətin həyat yoldaşı ilə əlaqə qurmağa çalışaq. O hadisəni o bizə danışmalıdır. Gecə nələr baş verdi, ondan öncəki gün nələr baş verdi. Mətanət niyə o məktubu yazıb və uşaqlarından imtina edərək getdi? Çox maraqlıdır. Əliyeva Mətanət Təvəkkül qızı. Neçə uşağı var idi? Bir oğul, bir qız. Neçə yaşları var? 13-12 yaşlı uşaqlarını qoyub gedibdi bu ana. Necə anadır, mən anlaya bilmirəm. Zümrüt, gəl bura. Qısa xatırlatmamız olmalıydı Zümrütlə bağlı. Və qeyd edeyim ki, əziz tamaşaçılar, bir ana da gəlibdi. Bu necə bir şeydir, mən anlaya bilmirəm. Biri 2 uşağını atıb gedib, o birisi də bir uşağı gətirib, özə bugün sığınacağı verməlisiniz. Apara bilməyəcəm. Uşağı da görsəz, o gözəl üzünü görsəz, o qızı görsəz siz, burada əyləşib, uşaq üçün gələnlər vardı, kim idi o? Övlad istəyir. Ana olmaq istəyən kim idi? Gəlib, ər-arvad gəlmişsiniz özü. Qalx ayağa, qalx. Neçə idi övlad həsrəti ilə sənə alışıb yanırsın? Övladım olsun deyə gəzmədiyi həkim qalmadı. Getmədiyi yer qalmadı. Bir övladım olsun, mən də ana olum, əyləşin. Mən də ana olum deyə ən son ümid yeri kimi gəldiyi biz olduq. 10 ildə Xoşqədəm bacı, hər yer gəzmişəm, ümidim sizədir. Göydə Allah yerdə siz mənə kömək olun. İnan ki, qonşuların uşağın səsi gələndə çox tezi kövrəlir. Uşaq həsədini çəkilmək üçün çox, mən bilirəm nələr çəkirəm içimdə, amma heç kəs heç nə deməmişəm. Ümidim sizədir. Yaxşı insanlardır ki, mənə kömək eləsinlər, uşağım olsun. Siz həyat yoldaşısınız. Hələ birinci sizin uşaq probleminizi həll edək. Çox sağ olun, minnətdaram. Gəzmədiyimiz xəstədən almış. Kızlarımıza demişə, valideynlər vermişə. Heç nə yoxdur, əlində nəylər var, satılır, verilir bizə ki, evlat yoxdur, indi ailə dağılır. Ailə dağılır, hə? Niyə dağılır ailə? Gəzmədiyimiz yer qalmıyor. Kim sizi məcbur eləyir ki, boşanın deyə? Məcbur eləmirlər, prosta... Yox, bir saniyə, xanım özü cavab versin. Mən istəyirəm ki, evladım olsun, yəni bir-birimizdən ayrı qalmayaq, evlad həsətini çəkirəm. Hələ ki, mənim valideyim nəvi oynatmayıb, mən də istəyirəm ki, onlar da valideyimdir, nəvi oynatsınlar. Ata sanatda xəstəlik gələ bilmədir. Deyək, Xoşqədəm xanım, sizə yəni kömək eləsin. Kömək olsun, çox sağ olun. Bu övladını atan anaları görəndə nə deyirsən? İçindən nə keçir? İstəyirsən bir, mən belə görəndə özümü saxlaya bilmirəm, amma sonra dayanıram. Mən pis oluram şəxsən ki, onlar heç vaxt evladını atmasınlar. Çünki evlad həsəti çəkmək çox pisdir. Çünki mən çəkmişəm, bilirəm. Pis oluram. Mənə söz verdiyiniz üçün təşəkkür edirəm, sağ ol. Sual verəcəm, bilirəm, bura problemlər üçün gələnlər var. Dərdi də Allah çəkənə bilənə versin, övladı da Allah saxlaya bilənə,
Qədrini bilənə versin. Yoxsa övladını atıb mən sizi göndərirəm. Gedəcəksiniz Bahçeşi klinikasına. Orada mən buradan da müraciət edirəm Təranə xanıma. Bahçeşi klinikasına gedin. Orada sizi ilkin bizim çox yaxşı ginekoloqlar çalışır orada. Çox gözəl, yəni o sonsuzluğa belə deyək, son deyəcək bir məkandır ora. Keçən dəfə də bir nəfəri göndərmişəm. İndi onun da nəticələrini gözləyirəm mən ki, görüm nə nəticə ilə gələcək. Siz də gedirsiniz ora. Buradan Təranə xanıma da müraciət edirəm. Oranın çox gözəl, belə deyək, üzü nurlu Amaliya xanım var. Buradan onlara müraciət edirəm ki, kömək etsinlər. Baxaq görək. Təbii ki, həkimlər yoxlayacaqdır. O qərarı həkimlər verir, mən yox. Əgər bu mümkün olsa, o müalicələr bir nəticə versə, mən %100 əminəm ki, sən orada məhz Bahçeşi klinikasında ana olacaqsın. Və biz də sizə inşallah həkimlər hər cavabı verərsə kömək edəcəyik. Ona görə sabah verilişdən sonra yaxınlaş bizim əməkdaşlara, sənə ünvan verəcəklər, telefon verəcəklər, ora gedəcəksin. Oldu. Zümrüt, mikrofonu götür, xatırlatmamız var Zümrütlə bağlı. Yalnız Zümrütlə bağlı. İzləyək. 6 ildir Türkiyədə yaşayırdım. Yoldaşım rəhmətə gedəndən sonra qaynanam dedir ki, oğlum ölüb, sən nə gəzirsən burada? Mən də dedim ki, mən burada sənə görə burada oturmamışam. Oğlumun xatirinə görə burada oturmuşam. Ona görə dözə bilmədim son vaxtlar. Zəng edən bacıma ki, gəl məni götür, gəl, səbrim qalmır bu qaynanama yanında durmağı. Yoldaşım niyə rəhmətə getdi ki? İşə gedəndə avtobus vurdu. Qaynana dedi ki, həyat yoldaşın ölübsə, burada qalma bilməzsən və uşağı da aldı əlindən. Yox, almadı. Evi bacıma zəng elədim, gəldi məni götürdü, gətirdi. Gətirəndə də məni oradan Türk konsulluğuna götürdük. Dedilər ki, gediklə 10 gün giriş çıxına 10 gündən sonra geri gələrsən də o cəriməni ödəmə. Gəldim orada cərimə çox olduğuna görə ödəyə bilmədim. Qaldım burada. İndi depor olunmusan sən. Depor olunub. Bu nə vaxt olub bu hadisə? 2 ay bundan öncə. Neçə il indi Türkiyəyə gedə bilməyəcəksən? 5 il dönəməyəcəm, deyiləm sanki. Yaxşı, bu uşaq da qaldı qaynananın yanında. Mənə orada dedilər ki, get gələn 10 günə giriş gedinə. Gəldim orada 4 milyar cərimə olduğuna görə. Yaxşı, indi sən qaynana uşağı vermir sənə? Yox, verir qaynanam şey. Qaynana verir uşağı. Sadəcə sən istəyirsən ki... Mən oraya gedib uşağıma qovuşmaq istəyirəm. Türkiyədəki qaynananla danışırsan, mikrofonu götürün. Danışıram. Danışırsan. Nə deyir, uşaq necədir? İşte baxa bilmirəm, qızım gəlir uşağa bax gələn deyir. Uşaq özü mənə 5 yaşında. Daha önce aile kurmuştun Zümrüt. Mikrofonu götür. Şimdi biz ne edə bilərik sənin üçün? Ama dünənləri kim idi zəng eləyən? Qaynanası zəng eləmişdi Şahin. Bir bağlayın görüm o kimdir. Yani dünənləri bir danışmaq istəyirmiş. Kim bu? Akşam ben qaynanamla konuştum idi. Dedim sana belə zəng gəlib Azərbaycanın. Dedi yox qızım. Heç kimdir deyir ki, mən onun qaynanasıyam? Ben soruştum, akşam onunla konuştum. Dedi yox qızım, Azərbaycanın mənə zəng gəlmir. Ödünü, yani qadın deyib ki, mənə danışdırın, mən onun qaynanasıyam deyəcəklərim var. Biz indi bağlayaq, bağlansın. Biz şəkil ekrana gəlsin. Mətanət Əliyeva Təvəkkül qızı. Mətanət Əliyeva Təvəkkül qızı axtarılır. Evdə 2 uşağını qoyub. Məktub yazır. Yetər məni alçatdınız. Gedirəm, amma geri dönəcəm. Övladlarımı götürmək üçün. 11-12 yaşlı
Bir oğlum, bir qızını evdə qoyub gedib, Könül xanım. Elə belə gedib. Neçə elə? Mənə elə gəlir ki, o elə belə gedib. Niyə? Könül xanım. O elə belə getməsəydi, gedərdi anasının yanına. Məsələ onu demək istəyirəm ki... Ay sağ ol, elə belə gedib, axtarsaq onu elə belə yerlərdə tapar. Bəli, mən onu demək istəyirəm. Onu heç vaxt O niyyətlə deyirəm mən. Bilirəm, mən sizi tanıyıram Könül xanım, bilirəm ki, sizlə mənim fikrim eyni ola bilər, eynidir. Sağ olun. Elə axtarsaq onu elə belə yerlərdən tapacağıq. Yox, elə deməyək ki... Üzür istəyirəm, çox üzür istəyirəm. Yox, xahiş edirəm. Gəlin belə deyək də. Ay, xoş qədəm xanım. Uşağı evdə atıb getməkdən artıq nə əzab ola bilər ki, onun üçün o evdə çəkir? Bəli, böyük səhvdir o. Ona necə dözür bəs? Bəs buna nə deyirsiniz? Buna mən sus. O nə xoşbəxtlikdir ki, o nə xahiş edirəm, o nə işıqlı dünyadır ki, evindən isti olacaq, evindən gözəl olacaq. Əlini almayasan, başını almayasan. Arvadı onun bunun paltarını giysin, uşağı onun bunun paltarını giysin. Ay anam, gəlsin sizin paltarınızı giysin də. Yox, belə ölçü olsun, amma anasının paltarını giysin. Axı, evdən qaçmaqla o problemləri həll edə bildi mi? İndi o var. Evdən qaçmaqla o problemlər həll olundu mu? O iki uşaq indi utanmır mı? Bağlarda o iki uşaq indi ana deyib ağlamır mı? Bəli, ona nətər dözür? Bəli. Və siz bilirdiniz bu problemləri var. Ona uşaq oldu. Xeyr təbii. Onu deyirəm də. Xeyr təbii. O heç cavab verecek görmüyor. İş axtarır, gəlsin otursun anasının evində iş axtarsın da. Deyir, gedirəm işdə yapacam. Gəlib uşaqlarımı aparacam. Gəlsin otursun anasının isti evində. Sonra gələsin, harada kim iş verəcək, geçsin işləsin. Yolda belə çıxır, bir dəqiqə Tahir müəllim. O deyir ki, Tahir müəllim deyir ki, ana ki, o tapılandan sonra siz biləcəksiniz ki, o niyə gedibdir. O zaman niyə siz demirsiniz ki, biz bilək ki, o niyə gedib? Bir baxın, bilsəydim, niyə demirdim ki, arkadan alın. Mən bircə onu bilirəm ki, qızım bir dəfə getmişdi onların evinə. Görüb evdə heç nə yoxdur. Deyib, ay bacı, sənin qabağına qoymağa heç nəyim yoxdur. Gedib təzdən qızım. Balaların götürüb gedib də ona görə. Mən dünənləri bura bir nəfər... Anasının gözü görür ki, getsin də. Görsüz qızım gətirir, məni yedəkləyir bura. Öz evində qalıb... Əliyeva Mətanət Təvəkkül qızı axtarılır. Əliyeva Mətanət Təvəkkül qızı axtarılır. Əziz tamaşaçılar, iki uşağını evdə qoyub, məni yetər alçaltdınız deyib. Məktub yazıb və gedibdir. Əlaqə nömrələrimizi ekranda görürsünüz. Mətanət Əliyeva ilə bağlı hər hansı bir məlumatınız varsa qaynar xəttimizə zəng edin. İki uşaq anasız qalıb. Amma bu arada mən Mətanətin həyat yoldaşı və qaynına müraciət edirəm buradan. Bilirəm, bizi izləyirsiniz. Əlaqə saxlayın, çünki sizin məlumatlarınız bu axtarış üçün bizim üçün çox önəmlidir. Və hətta sabah sizi studiyaya dəvət edirəm. İnanıram ki, gələcəksiniz. Qaynı kət deyilər Ukraynadadır, kət deyilər Türkiyədədir. Qaynı yoxdur. Bəlkə qız qaynından gedib? Yox, haşı, sənə danışsan. 4-5 aydır burada. Təzəcə gedir. Qayn maşınını zadı satıb çıxıb gedir. Hə, maraqlı şeylər çıxır ortalığa. İndi araşdırmaq lazımdır da burada. Hər şey ola bilər. Xoşqədəm xanım, sizin zənniniz sizi azaldadır. Hər şey ola bilər. Biz demirik, heç nə demirik, hələ heç nə demirik, amma çox qəribə ki, qayn niyə yoxa çıxıb? İşləməyə gedib. Biz nə deyirik? Deyirik, yəni harasa gedib də, bu niyə ikisi birdən yoxa çıxıb? Niyə? Bəs qız da oktyabrda deyir. 5 ay dediniz amma biraz önce. Neyse. Mətanət Əliyeva Təvəkkül qızı axtarılır. Ekranda şəkli görürsünüz. 2 övladını atıb, bir məktub yazıb alçaltmayın məni. Gedirəm, elə bilmin övladlarım atıram, geri dönəcəm. Raisa da gəlmişdi, deyirdi ki, mənim uşaqlarımı həyat yoldaşım vermir. Raisa, buyurun studiyaya. Mənim övladlarım, uşaqlarım vermirdi. Dünən mən buradan onun həyat yoldaşına müraciət etdim. Tamaşaçılar xatırlayır. Bizim vaxtımız varsa Şahin, çox qısa bir xatırlatma olsun, izləyək. Varsa vaxtımız. Ata niyə vermir övladları sizə? Bilmirəm. Neçə yaşları var? Birinin 5 yaşı var, birinin 11. Birinin 11, birinin 5 yaşı var. 5 yaşındakı qızdır, yoxsa oğlan? Yox, o ikisi oğlandır, atada olan, məndə olan qızdır.
Qızın neçə yaşı var? 10. 10 yaşı var. Yaxşı, yəni niyə ayrılmışsınız ki? Rəsmi nikahdan dünyaya gəlib uşaqlar? Bəli. Rəsmi olaraq da boşanmısınız? Bəli, bəli. Bəs məhkəmə qərarı ilə uşaqlar kimə verilir? Mənə. Amaltadadır. Nə vaxt ayrılmışdınız? Yəni neçə müddət əvvəl? Aprel ayının 8-i günündən qanundan uşaqlar mənə verilir. Uşaqların özü necə? Yəni istəyir yəqin ki, anasını. Uşaqlar atanı görməyəndə yürür üstümə. Gedirəm bazarın qabağında görürəm ki, uşağın əlinə qəpik verib kompüterə göndərir. Uşağı orada tuturam, aparıram hansısa bir mağazinə, nəysə alıram, aparıram biraz parkda gəzdirirəm, uşaq anam deyib sarılırma. Fikir verirsiniz, Xoşqədəm xanım. Atanı görəndə... Deməli, ata da uşağı pulla verir, kompüterə göndərir, öz istəyini qazanmaq istəyir. Ana da uşağı aparır mağazinə, nəsə alır, öz istəyini qazanmaq istəyir. Belə uşaq məhəbbəti qazanmaq olar. Qoymur, görməyə qoymur. Hansı səbəbi əsas gətirərək deyir ki, bu uşaqlar sənin yanına gəlməyəcək? Valla səbəbini demir, qoymur görək. Mətanətlə bağlı zəng gəldi bizə. Bildiklərim var mətanətlə bağlı deyir. Əliyeva Mətanət Təvəkkül qızı. 2015-ci ilin dekabrındayız tamaşaçılar. Uşaqlarını evdə qoyur. Məktub yazaraq və çıxıb gedib. Anası hal-hazırda studiyamızdadır, qızını axtarır. Əliyeva Mətanət Təvəkkül qızı. Mətanətlə bağlı hər hansı bir xəbəri olanlar varsa xahiş edirik. Qaynar xəttimizi görürsünüz, bizə zəng edin. Raysa, mikrofonu götürün. Nədir o əlində gətirdikləri? Məhkəmənin verdiyi sənədlər. Və dünən məhkəmədən mənə sənəd gəlib ki, uşaqlar sənindir, uşağı gəlib götürə bilərsən. Aha. Dünən yazılıb məktub. Baxa bilərəm. 2-3 gün olar. 2-3 gün olar. O da bizim poçta işləyən oğlan. Elə burada. Yox, hanı məktub hanı? Məktub vağzala indi göndərirlər. Qardaşım gedib götürüb. Gətirəcək və gətirib burada təqdim edən. Deməli, məhkəmənin qərarı var idi. Raysa öz uşaqlarını Raysanın yanında qalmalı idi. Ata da həftədə bir dəfə, yoxsa ayda bir dəfə uşaqla görüş vermişdilər. Görüş verdiklərini bilmirəm. Yəni demədilər ata gedib görüşə bilər və yaxud ana gedib uşaqla görüşə bilər. Sadəcə qərar çıxdı ki, uşaqlar, az yaşlı uşaqlar icra hakimiyyətindən adam göndərdilər. Uşaq ana ilə qalmalıdır. Mən də uşaqları görə bilmirdim. Gedirdim, Xoşqədəm xanım, uşağın şəkillərini məktəbdə... Neçə müddətdir, neçə ay Allah? Gedib uşaqları, bax, bu qızımdır, gətirmişəm buradadır. Aparıb məktəbdə qardaşının yanında şəklini çəkirdim. Bu oğlumdur, telefonla çəkmişəm, baxın. Qıraqdan çəkirəm. Bu özüm, aparıram məktəbdə görürəm, böyük oğlumdur. Qoymurlar görməyə. Niyə qoymur? Mənim üçün maraqlıdır. Niyə qoymur? Niyə? Saxlayıblar. Niyə qızlar həqiqətən? Niyə oğlanlardır da onda? Bəli, arada da mənə dedi ki, qızı ver mənə, oğlanları qaytarım sənə. Elə bil ki, paltar alver eləyirik. Balacanın 5 yaşı var, böyüyün 12 yaşı var, qızımın 11 yaşı var. Xoşqədəm xanım, qanunvericiliyə görə boşanma zamanı adətən 10 yaşına qədər uşaqlar ananın yanında saxlanılır. Adətən, bu qanunda bir mənalı göstərilməyib atanın və ya atanın yanında. Adətən məhkəmə praktikasında... Yoldaşının, üzr istəyirəm, yoldaşının adı nə idi? Ramil. Dünən tamaşaçılar xatırlayır ki, mən Ramilə müraciət etdim. Çünki o mənə bir söz vermişdi ondan bir gün öncə, zəng eləmişdi bizim əməkdaşlarımız. Dedi ki, mən kişi kimi söz verirəm Xoşqədəm xanıma ki, gələcəm. Mən də dünən efirdən dedim ki, kişi kimi söz verimsənsə gələcəm, gələcəksən. Düz deyib, bəzən insanlar verdiyi söz, əhd, peyman. Artıq o sözdən ötərli... Onlar hamısı gedir, amma mən qadın olsam da düşünürəm ki, istər qadın, istər kişi. Söz, qanundan, müqavilələrdən, hər şeydən üstündür. Söz verdinsə edəcəksən. İndi ümid edək ki, Ramin gəlibdir. Gəlib Şahin Ramin. Gəlib. Çox. Axır ki sevindim. Bugün mənim ümidlərim qırılmadı. Ay, çox maraqlıdır. Uşaqlar gəlib görəsən gəlməyib. Bilmirəm, mənə indi əməkdaşlarımız deyəcək. Hələlik mən sponsorlarımızla bağlı məlumatları tez oxuyum. Sonra sənin üçün də Raysa önəmli bir gündür.
Önemli bir saniye xahiş edirəm tamaşaçılardan. Səssizliyə riayət edək. İstərsənmi ki, bugün uşaqlarınla buradan gedəsən? İstəyərəm. İstədiyim odur. Mən ondan heç bir şey istəmədim. Tək istədiyim övladlarım olur. Yəni ondan başqa heç bir şey istəmirəm. Mən alimentdən belə imtina elədim. Xoşqədəm xanım məhkəmədə. Aydındır. Məryəmlə bağlı da zəng var, mənə dedilər. Məryəm Sadıqov axtarılır. Əliyeva Mətanət Təvəkkül qız axtarılır. Əziz tamaşaçılar, şəkillər ekranda gedir. Çox diqqətlə baxın. Xahiş edirəm sizdən bir daha. Çəkinmədən anonimlik qorunacaqdır. Bu şəxslərlə bağlı hər hansı bir məlumatınız varsa dərhal bizim qaynar xəttimizə məlumat verin və baş sponsorumuz bir nömrəli hospitalımız, Medera Hospitalıdır, böyrək daşları. Bu çox ağırlı məsələdir, çox insanlarda var. Əziz tamaşaçılar, əgər sizin ailənizdə və ya özünüzdə belə bir hal varsa, o zaman Medera Hospitalına müraciət edəcəksiniz. Belə ki, Medera Hospitalına Ankara Nümunə Eğitim və Araşdırma Xəstəxanasının uzmanı uroloq doktor Əli Baxşəliyev gəlibdir. Onun tərəfindən böyrək daşı müalicəsində ən son texnologiya ilə böyrək daşlarının lazerlə, tamamilə əməliyyatsız, qansız, ağrısız o ağrılardan, o daşlardan azad ola bilərsiniz. Yetər ki, Medera Hospitalına gedin, qaynar xət 992-dir. Digər bir sponsorumu, üzr istəyirəm, digər bir xəbər verəcəydim Medera Hospitalından, amma olsun. Keçək Zinga Mega'ya. Digər bir sponsorumuz Zinga Mega balıq yağıdır. Zinga Mega balıq yağı uşaqlarda diqqət pozulmasının qarşısını alır, yaddaş qavrama, məntiqi təfəkkürü formalaşdırır, bilik və bacarıqları artırır. Qeyd edim ki, Zinga Mega balıq yağı qaşıq formasındadır. Bu da uşaqların qəbul etməsi üçün çox asandır. Eyni zamanda qeyd edeyim ki, bu balıq dadı vermir. Bu da o deməkdir ki, uşaqlar çox rahat şəkildə qəbul edəcəkdir. Yetər ki, gedirsiniz, Respublikamızın bütün apteklərində var. Zinga Mega balıq yağını alırsınız, bundan əlavə biləsiniz ki, əziz tamaşaçılar, A, C, D, Y vitamini ilə Zinga Mega balıq yağı zəngindir. Digər bir sponsorumuz Verazol, qurd xəstəliklərinə qarşı bir vasitədir, qurd əleyhinə vasitədir. Bütün apteklərdə var və bundan əlavə bilirsiniz ki, qurd xəstəlikləri çox geniş yayılıbdır son dövrlərdə. Bunun da əsas səbəbi gigiyenik qaydalara riayət etməmək, bişmiş et yemək, yuyulmamış meyvə, tərəvəz. Bütün bunlar bu xəstəliklərin yaranmasına gətirib çıxarır. Əgər ailədə də bir nəfər qurd xəstəliyinə yoluxubsa, bu artıq o deməkdir ki, ailənin digər üzvləri də bu xəstəliyə yoluxa bilər. Dərhal müayinə olunmalı və dərhal müalicə olunmalısınız. Əks təqdirdə çox ciddi fəsadları var, xüsusilə də uşaqlarda sinir deməli sisteminin zədələnməsinə, həzm sisteminin zədələnməsinə gətirib çıxara bilər. Ona görə dərhal müalicə alınmalıdır və bunun üçün nə edəcəksiniz? Apteklərə gedəcəksiniz, Verazol qurd əleyhinə vasitəni alacaqsınız. Çünki ən yaxşı vasitə məhz Verazoldur. Siroplar uşaqlarımız üçündür. Tabletlər isə böyüklər üçündür. Digər bir sponsorumuz, bilmirəm heç nədir, bugün nəsə qarışıq bir şeylər mənə veriblər, xahiş edirəm bunu gələn dəfə belə etməyin. Digər bir sponsorumuz Femina Xəz Qalereyasıdır. Əziz xanımlarımız, havalar soyuyur, nə etmək lazımdır? Femina Xəz Qalereyasının məhz İtaliyadan, Yunanistandan gətirdiyi xəzləri, geyimlərini gedib Sədrək Ticarət Mərkəzindən, Feminanın dükanından almaq lazımdır. Keyfiyyətlidir, cibinizə uyğundur Könül xanım. Bilmirəm, bu il üçün nəsə almışsınız? Almamışsınızsa gedin Femina'ya. Digər bir sponsorumuz Gədəbəy suları və limonatlarıdır. Öz məhsulumuzdur. Keyfiyyətlidir, təmizdir və qeyd edeyim ki, Gədəbəy rayonunun Slavyanka kəndində istehsal olunur. Limonatları çox dadlıdır. Şüşə və plastik qablaşdırmada təklif olunur limonatlar. O duşez, tərxun, üzüm, nar və limon kimi çeşitləri sayəsində əsl limonadın dadını hiss edəcəksiniz. Buyurub gedib marketlərdən ala bilərsiniz. Digər bir sponsorumuz boya sektorunun lideri Fab Mega boyasıdır. Premium keyfiyyətli yeni Fab Mega qrup boyaları, səddəf boyalar, ipək emusiyalar, su əsaslı parlaq boyalar, su əsaslı parket lakları, dəfələrlə yuyula bilən iç boyalar. Bax, bütün bunların hər biri Fab Boya Mega qrupdadır. Təşəkkürüm də var mənim. Təşəkkürüm təbii ki olacaqdır. LC-yə bizə texniki dəstək verir. Evimdəki bütün məişət əşyaları da LC-yə məxsusdur. Mənə görə həyat
yalnız Elcə ilə gözəldir. Təşəkkürüm var Roman Qadın Geyimləri dükanına. Məni bir-birindən gözəl geyimlərlə təmin edirlər, əziz xanımlarımız. Çox gözəl geyimlər var. Buyurub Park Bulvara 2-ci mərtəbədə yerləşir. Roman Qadın Geyimləri dükanına gedə bilərsiniz və bizə dəstək verən otellər var. Xüsusilə də Asqar otelinə öz dərin təşəkkürümü bildirirəm. Qeyd edim ki, metroya yaxın yerdə yerləşir. Tədbirləriniz ola bilər, ondan sonra qonaqlarınız ola bilər, rayondan gələ bilərsiniz, qalmağa yeriniz ola bilməz, o zaman gedəcəksiniz. Fətəli xan Xoyski 121 edə yerləşən Asqar otelinə. Digər bir bizə təşkilatı dəstək verən Əhməd Rəcəbli küçəsi 1-də yerləşən Ariva otelə öz dərin təşəkkürümü bildirirəm. Bugün deyəsən, mən tamaşaçılar öldürəcək. Deyirlər, Xoşqədəm xanım, bəsdir də sponsorlar. Bəs nə edik? Bu sponsorlar olmasa da veriliş olmur axı, düz deyil. Mən nə edim? O olmasa verilişlər də olmaz axı. Bu verilişlər hamısı bu sponsorların üstündədir. Məqsəd müəllim, biraz öncə siz nəsə deyirdiniz. Nəsə demək istəyirdiniz, mən mikrofonu aldım sizin əlinizdən. Mətanətlə bağlama deyir, nəsə zəng var. Nəsə, buyurun. Mikrofona deyin. Sonra niyə deyəcəksiniz? Nəsə ciddi, bəlkə mənim atamın o sözünə nəsə cavab verirsiniz ki, o nəyi gizlədir ki, o peşmandır sanki, vicdan əzabı çəkir. Mənim atam elə belə deməz o sözü. Uzun illər... Heç nəyə gizlətmirəm, gizlətməli heç nə yoxdur. Yox, o peşmançılıq hissi nədəndir? Hə, peşmançılıq hissi ola bilər ki, yəni daim uşağın yanında olsaydım, daim da nəzarətim altında olsaydı, bəlkə də belə olmazdı. Ancaq indi anasının öhdəsində olduğuna görə, daim anasının nəzarətində olduğuna görə, ona görə. Zəhmət olmasa mikrofonu götürün. Anası, Mətanətin anası, mikrofonu götürün. Bizə zəng eləyiblər ki, Mətanətin anası bilir ki, o hardadır. Allaha and olsun bilmirəm. Bilsə mən burada nə gəzirəm? Hətta deyirlər ki... Burada nə gəzirəm mən? Reklamlar ayrılaq. Raysa. Deməli, mətanətlə bağlı zənglər var. Mən təşəkkür edirəm tamaşaçılarımıza. Bir daha sizə minnətdaram ki, yenə də baxırsınız, zəng eləyirsiniz, fikirlərinizi bildirirsiniz. Alqışlayıram sizi. Və təbii ki, öpürəm sizi. Bax, buna görə öpürəm sizi, buna görə qucaqlayıram ki, hər zaman yanımdasınız və anında məsələyə münasibət bildirirsiniz. Anında zəng eləyirsiniz. Mən mətanətlə bağlı, bax, bu, belə deyək, tez bir şəkildə zəng etməniz, tez bir şəkildə reaksiya verməniz, eyni zamanda Məryəm Sadıqova üçün istəyirəm. Mən bilirəm, burada qorxulu məqamlar var. Bir çoxlarınız çəkinirsiniz. Amma sizə söz verirəm ki, o anonimlik qorunacaqdır. Yetər ki, Məryəm balamızla bağlı bizə zəng edin. Qaynar xəttimizi görürsünüz və Raysa. Dedim ki, uşağımı götürüb görmürəm. Elə, qızım buradadır. Haradadır Raysa'nın qızı? Gəlsin bura. Adı neydi qızının? Tutu. Tutu. Gözəl Tutu. Nə gözəl də adı var Tutunun. Saçlar da yaxşı. Mənim saçlarımı görüm, indi mən neynirəm də. Görüm neynirəm. Gözəl Tutum. İstəyirsən qardaşlarını görəsən? Elə nənəsinin adı qoyulub buna, qoca nənəsinin. İstəyirsən görəsən qardaşlarını. Gəl bura Raysa sən də. Darıxmısan onlar üçün. Ay Allah, böyle ne ağlıyorsan ki? Mənə söz vermişdi Ramil, gəlib studiyaya, amma çıxmaq istəmir. Niyə studiyaya çıxma? Qorxma, studiyaya çıxmırsan, gəl bura, suallarıma cavab ver. Gəl bura, siz gəlin. Xahiş edirəm, gəlin. Bizim vaxtımız yoxdur, veriliş, üzün görsənmir, gəl. Niyə bu uşağı qaçırtmısan? Heç kim qaçırtmış, uşaq deyə buradadır. Uşaq getməsin, halıyla aparın. Bir dəqiqə, mikrofonu tut. Gəl, sen, analla. Deyin də siz niyə demirsiniz sözlərinizi? Qorxmayın üzün. Ax siz nədən qorxursunuz? Mən başa düşə bilmirəm. Bu efirdə niyə qorxurlar ki? Üzün görsənmir. Gəl bura. Vaxtımız gedir. Sizə görə vaxt gedir. Bəli.
Gəlin də. Xəstəsə danışmaq istəmədim. Bəli. Açıq dərdini demək. Bir ana, o gedəndə 1 ildir gedib. Bu uşağın 4 yaş yarımı var idi. 4 yaş yarım, 3 uşağı, balacası budur. Qoyub, mən evdə yox. Qaynatası Kimi evdə yana yox. qoyub gedib? Qoyub, hasardan atılıb, qaçan gəlinə uşaq verirlərmi? Mən qızım evinə getmişdim, Oğuz'a. Bazar günü, Niyə qaydırdım. qaçıb? O gəlini qaçmağa vadar edən nə olubdur? Bilmirəm, ona səbəb özündən Yox, soruşur. mən sizdən soruşam ki, gəlin hansı qadın, hansı ana öz övladını yaxşı şəraitindən, xoşbəxt həyatından imtina edib gedə bilər? Sizə sual verirəm. Bax, tamaşaçılara, studiyada əyləşənlərə, heç ekspertlərə demirəm. Gedər o ana, gedər o gəlin. Xoşqədəm xanım. Niyə gedib ana? Mən o gəlindən bu günə kimi də Bizdən gedib, bəs bu körpədən? narazı deyiləm. 12 ildir bir yerdə yaşamışıq. Biz mehriban yaşamışıq. Nə o mənə cavab qaytarmayıb, nə mən ona bir pis olmamışam. Amma onun bir bibisi var, Əntiqə adında. O onu örgətdi ki, onun atası ilə anası ayrılıbdır. Atası təkcə qalır. Biraz da içkili Bax, mən sizə bir şey deyim. Bir söz deyim. Niyə siz, əgər bütün dedikləriniz doğrudursa, bu efirdən niyə qorxursunuz? Götürün uşaqları da, gəlin, buyurun. Görün, tamaşaçılar da görsün ki, siz uşaqları gətirdiniz. Götürün, gəlin, buyurun. Ana gəlsin burada, uşaqlar da burada gəlsin bura, nə deyirəm mən? Gəlin bura, Raisa, gəl bura. Gəl bura, Raisa. Bir saniye, dur burada. Gəl. Gəl. Qaynatasısınız, hə siz? Bəli. Gətirmirsən nəvələrini? Hə. Gətirdin, nəvələri də gətir bura. Gəlin bura. Aydın da gəlmir, uşaqlar istəmir, gəlmir, gətirməyin uşağı, gəlin bura. Gəlin bura siz. Uşaqlarınız istəmir, sizi görmək istəmir. Bir uşaq ananı görmür, Xoşqədəm xanım, nətər olmalıdır? Bir ildir mən uşağı gedib harda görürəm? Məktəbdə, nə bilim, ortalıqlarda. Necə olmalıdır bu? Məhkəmə bu oğlanı gətirə bilmədi. Bax, bu qaynatam 2 dəfə uşaqları yığıb, qızının uşaqları, mənim qardaşımın uşaqları. Qızım sən çıx get. Sən Gətiribdi yanıma, üzünə pis baxmışam desin. Bu insanın 12 il yeriyə bilməyən anasını saxlamışam bu əllərimlə. Üzr istəyirəm dediyim ifadəmi. Şahin, xahiş edirəm. Ama həmişə çalıştığım odur ki, o etik şeyler var ki, onlar olmaz. Siz indi onu deyirsiniz efirdə və mən məcburam ki, artıq redaktora buradan müraciət edirəm. İndi buyurun, amma etik qaydalara riayət edərək. Rəhmətə gedəndə vəsiyyəti özü məni çağırdı, çağırmasın. Dedi ki, qızım, məni son mənzilə yola sal. Onu adına girib yummuşam belə. Yalan deyirəm. Ay əmi, gəlin niyə qaçıbsın? Uşaqlar anadan imtina etdilər. Gəlib də əziz tamaşaçılar, uşaqları da gətiriblər. Amma uşaqlar ana ilə görüşmək istəmədi. Hanım, bir dəqiqə, bu Oğuz'a getmişik. Oğuz'dan gələndə elə biz o yolu keçəndə görüş var orada bizdə Qarabağ. Hər nəysə. Keçəndən sonra bu qadın yeməyi pişirib qoyub, zabordan hopulub qaçıb. Bax, niyə? Nə bilim. Qapını niyə bağlamışdınız ki? Getmişəm, dalınca getmişəm. Rayonun rəisi də gördü bunu, dedi qızım. Qaçan sözü, bir dəqiqə bilirsən. Qaçan sözü var ha. Qaçanı kimsə qovalayır. Yox, bir də qaçan niyə qaçsın? Niyə qaçsın? Bir saniye, siz bir saniye. Axı qapı bağlı idi ki, bu hasarın üstündən otlanıb getdi. Buraxmırdınız. Yox, biz onu heç nə eləməmişik. Yox, hasarın üstündən niyə otlandı? Nə bilim, bilmirəm. Yox, yəni düz qapı olan ona, bu qız niyə hasarın üstündən otlandı? Hasarın üstündən niyə otlandı? O da qapısına getmiş. Yaxşı, bir dəqiqə. Yəni efirdir, neysə açıqlaya bilmirəm və yaxud kiməsə də görə keçirəm, neysə demirəm. Ancaq ki, hasar söhbəti olmayıb, bu bağlı şəraitdə, əsarət altında qalaraq bağlı şəraitdə olmuşam mən. Bəs deyirdiniz ki, mən efirə çıxmıram.
Biz məcbur olduk. Ne haksızlığı? danışmıyoruz. Burada size hiç kes haksızlık eləmədi kızlar. Ben size dedim ki bak 13 il ben onunla bir yerde yaşamışım. Biz birbirimize pis olmamışıq. Bir saniye, ben o kadr arkası burada məqamlar var Şahin. Xəbərlərə ayrılırıq biz, amma kameralar işləsin. Kameralar işləsin. Kadr arkası o məqamları özümüz göstərək, siz də görün. Allah, mən, Könül xanım, necə oldu? Mən elə bildim ki, uşaqlar, bilməm, bəlkə də öyrədiblər. Amma görüntülər var, Şahin, verə bilirik. Yadırqıyıb da, körpə də o, bugün görəcək sabah yazmaq. Kadr arkası görüntülər vardı. Şahin, verə bilərik onu, yoxsa? İşləmir mikrofon. Hə. Görün. Aydındır. Aydın. Müraciət olunanda biz uşaqlardan danışırıq, şüuraltılarına enirik. Bəzən uşaqlarda əgər sosial fobiya varsa və anadan uzun müddət ayrı qalıblarsa, bu zaman həqiqətən də artıq ananı görmək istəmirlər. Qısa bir müddətdir. Biraz da təzyiq, biraz da hər gün ananın əleyhinə danışmaq. Ana əleyhinə danışılır, uşaqlar qorxuzulur. Bax, ananı qucaqlasan, sənə nəsə olar, bu tipli təzyiqlər də ola bilir. Aydındır. Mən istəyirəm ki, Raisanın qaynatası və qaynanası studiyaya gəlsinlər. Uşaqlar, indi o kadrlar hazırlanır. Yəni, dəhşətli bir görüntüydür. Uşaqların anasını görərkən qışqırıb qaçması görüntüsü ki var. Düz deyir, uşaqlar az yaşlıdır. Yəni, məncə, psixoloqların da danışığından sonra hər şey düzələcəkdir. Hər şey düzələcək. Amma Raisa, nə deyim mən? Gəlin Burak xanım, vaxtımız çox azdır, sizin məsələnizi bitirmək istəyirəm. Uzun-uzadı ehtiyac yoxdur. Bu uşaqlara o dərəcədə təzyiq göstərmişsiniz ki, ana ilə bağlı. Körpə uşaq, əgər hər gün anası ilə bağlı danışılsa, o hərəkətləri eləməzdi. İnciməyin, bunu sizə deyəcəm. Yox, onu səhv deyirsiniz. Niyə səhv deyirəm? Uşaq burada tamaşaçıları da qoymadım, qalxıb getsinlər ki, oturun siz də baxın. Gəlib qapıya, uşaq gənə getmiş. Uşaq anadan niyə qorxsun? Canavardır ana. Ana canavardır. Uşaq kimlərdən qorxur? Xuxandan qorxur, canavardan qorxur. Uşaq anadan niyə qorxur? Quran kitabın baş... Etik qaydalar. O uşaq sözü deyil, Afsaqal. Qorxmurdu, indi mi qorxur? Uşaq anadan qorxudulur. Qorxudulur, Xoşqədəm xanım. Eləməyin də. Siz Afsaqalsınız, ağbirçəksiniz. Uşağı anadan ayırmayın. Məhkəmə də qərar. Bir saniyə. Bir saniyə. Siz Afsaqalsınız. Siz Afsaqalsınız, mən xahiş edirəm. Yox, sözün deyin, amma bu şəkildə yox. Mən də sizin yanına gəlmişəm, bizi bir qərara qoyun. Sizi bir qərara barışmaq Bəlkə istəyirsiniz. sizi barışdıraq? Xeyr. Uşaqları Mikrofonu xətrini. götürün. Onlar məhkəməyə gəlməyiblər. Bir saniyə. Bu gəlinə çox yalvardım. Mart ayına kimi bu kişi onun ayaqlarına düşür. Bir saniyə, xanım. Evimdən də Bir saniyə bir şey deyim. Bir saniyə. Yəni, bizim bir düşmənimiz var. O da ermənidir. Ondan başqa düşmənimiz yoxdur. Ola bilər, insan arasında söz-söhbət də olur. Müharibə edən ölkələr bir araya gəlirlər. Kompromisə gəlirlər, müqavilələr imzalanır, dostluqlar yaranır. Ay xanım, bu qadın sizin 2 körpənizin anasıdır. 3 körpənin, üzr istəyirəm. 3 körpənin anasıdır. Niyə deyirsən ki, barışıq yox? Barışıq yox. Elə hərəkət elədi. Ay xanım, siz erməni ilə barışıq yox deyəndə mən deyəcəyəm ki, doğru deyirsən. Onlar bizim bu qədər insanlarımızı, bu qədər əzab, əsrlər boyu əzab əziyyətlər. Amma bu sizin oğlunuzun can parçalarını anasıdır. Ne yalvarmaq? İndi barışın, qoyun, ailə də bir araya gəlsin. Ailə bir, mənim yanıma gəlmişsiniz. Mənə deyirsiniz ki, kömək eləyin. Mən də kömək eləyəm ki, barışıq olsun. Bir kəlmə də deyim onu sonra. Kızımı götürdüm, bunun qardaşı var. Buradadır. O dedi ki, gətir sizi barışdıracağım. Dedi, mən nə olur, qoy barışaq. Mənim maşınım var, 07 maşınım var. Getdim bunlara, evinə. Evinə getdim. Düşdüm bunlara, bununla tanışdım. Bu, mənə bir oyun oynadı. Dedi, bu saat sənin başını əzərəm. Maşını əzərəm. Xahiş edirəm, efirdə bu... Peyğəmbərə, öz qardaşının yanı. Qardaşı olmasaydı mənim başımı yararım. Qardaşı qoyun. İndi də... Məcburam alım.
Buna da montaj deyilir. Uşaqların ayrı, uşaq necə Yəni, anadan bu ayrı nədir? olar? Mümkün deyil. Bir dəqiqə, xahiş O edirəm. saxlasın. Bir saniye. Anətər getmir. Bir saniye, xahiş edirəm. Mənim yanıma gəldiniz də. Mən də sizə deyirəm ki, vallah, belə böyüklük olmaz. Bu böyüklük deyil. İncimirsiniz. Bu böyüklük deyil. Deməli, siz o uşağa təzyiq eləmişsiniz. Uşağı anaya qarşı doldurmuşsunuz. Balaca uşağın neçə yaşı var? Bir saniye. Əmi, ay qardaş. İstəmirlər. Siz demişsiniz, bizi vurublar, bizə bu hərəkəti eləyiblər. Tək təzyiq eləmək, şiddət göstərməklə olmur. Tək təzyiq göstərmək, şiddət göstərməklə olmur. Rayonlu paltarın geyinib, rayonda gəzib. Siz neymişsiniz? Bu telefonla gəlibdir, yəni studiyada telefonla danışır. Kəs çıxart o hissəni Şahin. Artıq burada başqa müstəviyə yönəldi. Çünki uşaqlar elə vəziyyətə salıbdılar ki, uşaqlar çox psixoloji travma alıbdır. 5 yaşında uşaq anadan o cür nifrətlə qaça bilməz. Bu mümkünsüzdür. Bu mümkünsüzdür. Siz gedin, sabah yenə burada. Məhkəmə də sizə dediniz məktub göndəribdir. Sabahları, yəni indi bu məktubu alırsınız. O məktub vasitəsilə uşaq icraçılar artıq alıb verməlidir sizə. Sonraki prosesdə də kömək eləyəcək. Uşaqların psixoloqa getməsi, yəni yardım edəcək. Narınc Psixologiya Mərkəzinin psixoloqlarından yardım istəyəcək. Durun, çıxmayın, orada əyləşin. Çıxmayın siz ala. Yəni bu dəhşətdir. Yəni mən şokdayam. Böyükdür. Yəni bu ailədir. Bu orada əyləşin. Orada. Qaynana, qaynata, bu böyükdür, bu nə? Mən də həqiqətən... Yəni göz qabağında dəyişir. Gözmək mümkün deyil. Mən dəhşətə gəldim. Heç kim istəməz ailəsi dağılsın. Neysə, mətanətin şəkli ekrana gəlsin. Mətanət Əliyeva, təvəkkül qızı axtarılır. Əziz tamaşaçılar, dekabr ayında 2015-ci il evdən çıxıb və geri qayıtmayıb. Mən anasına sual verdim. Dedim ki, bəlkə ola bilərmi ki, mətanət sizə deməyib, amma başqa bir şəxslə əlaqəsi olub, qoşulub, qaçıb, nəsə də yəni belə. Belə bir şey ola bilər. Elə şey ola bilməz, ola bilməz. Onu sizə deyən ki... Yox, bir saniyə, anası bilir deyirlər, amma indi yəni mən deyirəm, ola bilər də. Ola bilməz. Bu bir il müddətində heç bir yerdə işləməyən, heç bir belə deyək, özünüz deyirsiniz, mən demirəm bunu, maddi imkanları olmayan bir qız harada ola bilər? Mən onu deyə bilmərəm. Bəlkə rəfiqələri var. Görməmişəm. Bəlkə rəfiqələri var. Heç bir kəsinə rəfiqəlik eləmirdi o. Heç kimlə. Mən nə deyim, ay Hara gedib? Bax, bunun gecəsi var, yeməyi var, qalmağı var. Harada qalacaq deyin görüb. Otellər hamısı pulla, küçələrdə qalmağa imkan yox. Harada gedib qalacaq deyin. Qohumunun evinə getməyib. Anası biz... Hara gedib bu? Əliyeva Mətanət təvəkkül qızı ilə bağlı zənglər dayanmır. Təşəkkür edirəm sizə. Tamaşaçılarıma təşəkkür edirəm. Neyse, tamaşaçılara mən söz verim. Problemi olan tamaşaçıları mən istəyirəm. Xəstəliklə bağlı kimlər gəlibdir? Hansı məsələ ilə bağlı? Buyurun, deyin, mən sizə eşidirəm. Gözünüzlə bağlı. Sizdə? Buyurun, eşidirəm, sizdə. Qəhrəman doktorun yanına gəlirsiniz, Medera Hospitalına gedəcəksiniz. Siz Cahit bəyin yanına gedəcəksiniz, bizim əmək növbəyə yazılacaqsınız. Bəli, növbə nə zaman olacaqsa o zaman. Bəli, növbə nə zaman, baxın burada Cahit bəy bütün günü bizə danışın, gələn şikayətçilərlə məşğul olacaq bir həkim deyil, özünün minlərlə xəstəsi var.
Ona görə buradan göndərdiklərimizdə növbə yazılırsa, o növbəyə duracaqsınız. Narınc Psixologiya Mərkəzinə gedir, psixoloqlar var, orada Elnur müəllimin yanına qəbul eləsin, baxaq görək nədir. Aliment məsələsi ilə bağlı dedim, sabahları burada olun, göz məsələsini Cahid doktordan telefonla alıb gedəcəksiniz. Buyurun. Göz üçün gələnlərin hamısına aiddir bu. Bizim nömrə 1 göz doktorumuz Cahid Şahbazov. Buradan müraciət edirəm. Bugün də hər gün bütün hər kəs göz üçün gəlir. Mən axırı bilməm nə edəcəm. Cahid Şahbazov artıq belə deyək, pulsuz qalacaqdır. Hər kəs pul üçün çalışır. Hamımız pul üçün çalışırıq. Yaşamaq üçün çalışırıq. Mən gündə bəlkə bir 100 xəstə göndərirəm Cahid doktora. Qəhrəman doktora, Medera hospitalında. Təşəkkür edirəm onlara. Təşəkkür edirəm. İnternetdən əl çəkin də. O qədər baxırsınız gözünüz körlanır. Az istifadə edin də. Gözləri körlüyür hamısı bu. Hamının əlində telefon, internet hamısı. Nigar xanım da buradadır. Nigar xanım da buradadır. Mən bir məqamı, bir saniyə, Nigar xanım da buradadır. Nigar xanım da öz qızı üçün buradadır. Amma çox təəssüf edirəm ki, Nigar xanım, yəni mənim, belə deyək də, əlimdə heç nə yoxdur. Əslində gedərdim Suriyaya. Amma necə gedərdim? Çox gözəl istəyərdim, ölüm də olsa gedərdim. Bu vaxtı, bu indiki durumda getməm, ilin günün bu vaxtında getməm, mümkün deyil, getməyəcəyəm. Niyə? Çünki ilin günün bu vaxtı gedərəm, orada başıma bir iş gələr. Ondan sonra deyərlər ki, xoş qədəm, niyə getdi orada başına bir iş gəldi? Yox, bunu getməyəcəm, amma çox istəyərdim gedəm. Orada da bəzi insanlar var. Mən onlardan xahiş eləmişdim ki, kömək etmək üçün. Amma yəni bilirsiniz ki, bu cür yerlərdə insan tüccarları bunu düzgün ifadə edək. Yəni belə deyək də, mən gedirəm, o insanı oradan çıxaracam, amma bunun müqabilində böyük pullar filan istəyən insanlar oldu. Mən onu edə bilmərəm. Əgər o mənim öz əlimdə olsaydı, mən onu da götürərdim, gedərdim. Amma kim qarantiya verir ki, mən gedəcəm ora və orada Aksananı və 3 körpəsini xilas edə biləcəm? Kim ona qarantiya verir? Və mən bu, belə deyək, mənə görə bu qanunsuzdur. Bu qanunsuz bir işdir. Mən də o insanlara dedim ki, vallahi, billahi bu xanım çox ağır vəziyyətdə olan bir xanımdır. Bunun heç nə elə imkanları, nə də bizim elə bir fikrimiz var. İnsanlıq naminə yardım edəcəksinizsə edəcəksiniz. Etməyəcəksinizsə etməyəcəksiniz. Artıq həyata taleyin, belə deyək, o qisməti nədirsə, bizə nə yazılıbsa onu görəcək. Amma yenə də inanın mənə ki, dayanmadan Aksana yazır, kömək istəyir, bilmir. Yönləndirdiyimiz tərəfə gedə bilmir. Yönləndiririk, səhv adresə gedir, səhv yerə gedir. Qalıb ortada. Yəni, əslində Aksananın, necə ki, Məryəmin ata-anası burada da, bəziləri deyir, niyə çıxdınız ora? Məryəmin ata-anası çıxmaqla neçə Məryəmləri xilas etdi. Aksananın da həyatı, bilmirəm Aksananın başına orada nələr gələcəkdi, nələr olacaqdı. Amma Aksananın da həyatı, gedib Suriyaya, İraka, o odun alovun, o cəhənnəmin müharibənin içərisinə düşənlər var. Onlar Aksananın həyatını görüb yəqin ki, getməzlər. Gedənlər də yoldan qayıdar. İndi qız qalıb orada 3 uşaqla, uşaqların da ikisi ölümcül vəziyyətdə, ağır, ağız burun yara, qızdırma, nə, ağlamayın ana. Bu artıq, siz bir oğlunuzu itirdiniz artıq orada. Onlar ora gedəndə siz onları itirmişdiniz. Çox acıdır, çox amansızdır bu. Amma bu belədir. Heç kimsə gedib onları kiməsə tanımadığı bir insana deməyəcək ki, çıxart, mən də ona pul verirəm. Çünki o bölgələrdə, o yerlərdə insan tacirlərinin sayı, alverçilərinin sayı nə qədər deyirsən. Heç bilmirik ki, nələr baş verəcək. Sponsorlarımızla bağlı məlumatları oxuyum. Baş sponsorumuz Medera Hospital'dır. Medera Hospital'ına 23-25 noyabr tarixlərində İran İslam Respublikasından dəvət olunmuş allergolog Dr. Məhəmməd Nəcəfzadə tərəfindən uşaqlarda və böyüklərdə səbəbi bilinməyən allergiyalar, asma, bronxit, xroniki davam edən öskürək, səbəbi bilinməyən öskürək və sair xəstəliklərin müayinə və müalicəsi həyata keçiriləcəkdir. Buyurub Medera Hospital'ına gedərsiniz. Bundan əlavə 18-19-20 noyabr tarixlərində Türkiyədən dəvət olmuş İstanbul Göztepe Eğitim və Araşdırma Xəstəxanasının göz şöbəsində
Çəpgözlük şöbəsinin müdürü, oftalmoloq Professor Doktor Bəşir Şəndilek tərəfindən uşaqlarda və böyüklərdə çəpgözlüyün bərpası həyata keçiriləcək. Digər bir sponsorumuz Zingamega balıq yağıdır. Balıq yağı uşaqlar üçün çox əhəmiyyətlidir, biləsiniz. Çünki uşaqlarda görmə qabiliyyətini artırır, göz yorğunluğunu aradan qaldırır, immuniteti gücləndirir, tərləmənin qarşısını alır, iştahının artmasına kömək edir. Balıq dadı vermir Zingamega balıq yağı, qaşıq formasındadır, yəni uşaqların qəbul etməsi üçün çox asandır. Vitamin A, C, Y, D ilə zəngindir. Qeyd edeyim ki, əziz tamaşaçılar, Respublikamızın bütün apteklərində Zingamega balıq yağını əldə edə bilərsiniz. Digər bir sponsorumuz qurd əleyhinə vasitə Verazol qurd əleyhinə vasitədir. Verazol qurd əleyhinə vasitə bütün apteklərdə var. Bilirsiniz ki, qurd xəstəliklərinə qarşı ən gözəl vasitədir Verazol. Qurd xəstəliklərini əgər ailədə kimsə yoluxubsa, vaxtında müalicə etmək lazımdır. Əks halda çox ciddi fəsadlara yol aça bilər. Uşaqlarda sinir sisteminin pozulmasına, həns sisteminin pozulmasına gətirib çıxarır. Bu da ki, çox ciddi fəsaddır bizim uşaqlarımız üçün. Ona görə də əgər belə bir xəstəlik varsa ailənizdə, gedəcəksiniz apteklərdə Verazol qurd əleyhinə vasitəni alacaqsınız. Siroplar bizim övladlarımız üçün, böyüklər üçünsə Verazol tabletini alacaqsınız. Digər bir sponsorumuz Femina Xəz Qaleriyası. Əziz xanımlar, mənə çox diqqətlə qulaq asın, çünki Femina Xəz Qaleriyasına çox yeni çeşidlər gəlibdir. Özü İtaliya və Yunanistandan gözəl xəzləri, geyimləri, zövqlə, bir-birindən gözəl, keyfiyyətli, cibinizə uyğun sizin üçündür. Buyurub Sədənət Ticarət Mərkəzi Elit binası A girişində Femina Xəz Qaleriyasının dükanına gedə bilərsiniz. Digər bir sponsorumuz Gədəbəy suları və limonatlarıdır. Ölkəmizin ən səfalı güşələrindən olan Gədəbəy rayonun Slavyanka kəndinə istehsal olunur. Şüşə və plastik qablaşdırılmada təklif olunan Gədəbəy limonatlarının duşez, tərxun, üzüm, nar və limon kimi çeşidləri sayəsində əsl limonadın dadını hiss edəcəksiniz. Digər bir sponsorumuz bu. Sponsorumuz niyə buradan getdi? Fab Mega boyasıdır. Boya sektorunun lideridir. Artıq Avropaya tutmağa ehtiyac yoxdur. Çünki sədəf boyalar, ipək emulsiyalar, su əsaslı parlaq boyalar, su əsaslı parket lakları, silikonlu lüks fasad boyaları, parlaq fasad boyaları. Bax, bütün bunların hər biri Fab Mega boyadadır. Evinizi Fabla yeniləyə bilərsiniz. Buyurub gedə bilərsiniz Fab'a. Bu barədə indi mənə deyirlər, zəng gəlibdir. Amma bu barədə sonra Şahin, artıq bu bir şəxslə bağlı gələn zəngdir. Vaxtımız çox azdır. Mən sizə demişdim ki, övladını sığınacağa qoymaq istəyən bir ana gəldi mənə. Əslində onun halına çox üzüldüm. Çox üzüldüm onun halına. Gəlsin studiyaya. Buyurun. Mikrofonları götür. Neçə yaşın var bizim? 12. 12 yaşın. Ana xəstədir. İndi mənə reklam arasında açdı bütün sirlərini, dedi. Dedi ki, Xoşgədəm xanım, mən xəstəyəm, müalicə olunmaq istəyirəm. Mən istəyirəm ki, uşağımı uşaq evinə qoyam və ya sığınacaqlardan birinə verəm. Açığı mənə bunu indi, yəni bu xəbərlərdə arxada mən oturmuşdum, gəldi özü, dedi ki, mən bir həqiqəti sizə etiraf etmək istəyirəm. Bilirəm ki, onsuz da bu açılacaqdır, mən özüm sağ olsun ki, yenə də özü açdı, dedi. Müalicə olunmaq istəyir və ona görə də uşağı qoymaq istəyirsən. Bu uşaq öz uşağındır. Bəli, mənim qızımdır, 12 yaşı var. Sənədir? Buyurun. Gəncə şəhər ruhi dispanserdə qeydiyyatdayam. Yəni ki, heç bir yerdə işləmirəm, evimiz yoxdur. Uşağımı bu yaşı çatdırmışam. Çox sağ ol ki, heç olmasa bu yaşı elə analar var ki, ümumiyyətlə aparı var. Özümə də baxa bilmirəm, dərmanlar. Deməli, Cabbarlı Günay Coşqun qızı, hə? 2000'li. Bəs bunun atası haradadır? Bunun atasına xəbərim yox. 6 aylığından çıxıb gedib. Hara gedibdir? Coşqun, soyadı nədir? Coşqun Arqın. Bəlkə biz onun atası ilə əlaqə saxlayaq, heç o qoymayacaq. Nömrəsi də var. Verin elə indi zəng eləyək də. Nömrəni bir dənə gedin, bizim əməkdaşlarımıza verin. Şahin, həmən nömrə ilə əlaqə saxlayın. Yəni, niyə biz, əgər ata sağdırsa... 16'ya getmək istəmirəm. Necə? 16'ya getmək. Niyə? Uşağın üzünü göstərməyək Şahin.
Getmək istəmirəm. Bir saniye. Kızım. Necə? Siz bir dənə çıxın kızım. Siz çıxın, bu müzakirələrdə olmayın. Çox qəribədir ki, uşaqlar uşaq kimi danışmır. 16 yaşım var idi uşağı. Bir saniye. Yani, deyirsən, telefonu verdin uşaqlara. Şahin o telefonla əlaqə saxla. Ay Allah, dəyişəkdir. Mən həqiqətən şokdayım. Ata ilə əlaqə saxla. Siz axı niyə görə öz başınıza qərar verirsiniz? Bəlkə ata deyəcək ki, mən uşağıma özüm baxıram. Ata mənə dedi ki, bəlkə də mənim uşağım deyil. 6 aylığından çıxıb gedib, bəlkə də mənim uşağım deyil. Mən hər yerdə uşağım var. Mən imkanlı olmuşam, gəlmişəm Azərbaycana. Siz nigah, rəsmi nigahınız var? Yox, heç bir şeyim yox idi. Gəncəyə gəlmişdi orada belə. Özümü zorla saxlayıram. Yəni pensiya da almıram. Pensiya da almıram. Siz indi istəyirsiniz ki, qeydiyyatdayım, bəli. Ya da düşəndə bu uşağı maraqlanmadılar. Sizin himayənizdə uşaq var. Hamısı bilir. Bir dəfə də mən polisə müraciət etmişəm ki, uşağa baxın. Bir saniye, bir saniye, bir saniye. Bunun için bəli, bir saniye. Hanı bir resmi hanı? 10 gün, bəli 10 gün. Biz daha öncelerden danışırıq. Daha öncelerden, neyse. Daha öncelerden de olsa, indi de olsa belə bunun rəsmi qaydada siz etməlisiniz, icra hakimiyyətində müraciət etməlisiniz. Uşağınızın hansısa bir müəssisəyə Coşkunla əlaqə yaradırlar. Uşağın atası, qızın adı nədir? Günayın atası Coşkunla əlaqə saxlayacaqlar. Yəni bu Coşkun Türk vətəndaşı olmasını da indi bildim. Reklamlara ayrılaq, reklamlara ayrılaq. Bu reklam arasında o qədər gərgin şeylər oldu ki, indi bunu nə bilim, yaxşı ki canlıdır efir. Değil mi? Sonradan bir də... Ay Allah'ım, dəhşət. Ay, adın neydi? Aygün, sen dəhşət imiş səni. Aygün. Hoş geldin hanım. Ay hoş geldin. Bu musiqiçilərin bir termini var. Köyün xan gibi zilə çox qalxdıq. İndi nədən bəmnin? İndi düşək. Yani deməli nə elədi də? Adın neydi? Aygün deyirəm. Bir saniye. Aygün deməli verilişdən qabaq hamıya dedək, özünüzə bir baxın, mənə efirdə bir söz deməyəcəksiniz, belə uşağı da gətirmişəm, götürürsünüz, götürün, götürmürsünüz, götürmün. Bəli, mən çıxıb gedəcəm, çünki azad bir adamım mən. Mən xəstəyəm, əl çəkim. Allah kömək. Yox, hər şeydən qabaq xanımın səhəti maraqlanmalıdır, araşdırılmalı, dəqiqətən dediyi kimi. Coşkun Bey, o Türkiyədəki həyat yoldaşı, belə deyək, uşağın atası. Coşkun Bey xəttədir, Coşkun Bey xoş gördük. Hoş bulduk. Teşekkür ederim. Buyurun ablacığım. Coşkun Bey, Aygün Hanım'ı tanıyor musunuz? Ona 10 yıl falan evvelden beri birlikte olduk. Yani beraber yaşadık. Tanıyorum efendim. Səhhəti filan her şey normal mıydı? Efendim? Səhhəti normalıydı mı? Yani psikoloji durumu falan? Normaldi, evet. Normaldi. Normaldı yani. Rahatsızmış. Nasıl? Şimdi duydum rahatsızmış dedi, hastayım. Beni aradı birkaç kere, arıyor devamlı. Ama böyle normalıydı. Aha. Bir çocuğunuz var. İsmi neydi? Günay adlı bir kızınız var. Haberiniz var mı? Evet efendim. Fotoğrafları devamlı gönderiyor WhatsApp'tan. Kendisine telefonla da görüşüyorum. Böyle. 12 yaşı var, indi çocuk esirgeme kurumuna istəyir ki bıraksın çocuğu. Ne düşünürsünüz yani? Ablacığım şimdi ben Türkiye'deyim. Bu anda yani eskiden maddi durumum iyiydi. Zengindim. Şimdi durumum pek iyi değil. Onun için annesi de biraz rahatsız olduğu için şimdi ben durumumu düzelteceğim. Düzelttiğimde tekrar gelip orada şimdi çocuğuma sahipleneceğim, yani gelip alacağım ama kanunlar el verirse Türkiye'ye getirmek istiyorum. Yani alıp Türkiye'ye getirmek, Türkiye'de yaşamasını istiyorum. Yani siz Aygün'ü de mi Türkiye'ye götüreceksiniz?
Vallahi şimdi Aygün için bir şey demiyorum ama çocuğum olduğu için çocuğumu götürmek istiyorum. Evet Coşkun, ben sana veririm çocuğu. Defalarla ben buraya çıkmadan önce sana dedim ki Coşkun, Hoşadam hanıma gitmeden gel öz aramızda çocuğunu vereyim sana. Sen de söyledin, ben hastayım şimdi. Ben ne yapayım, ne eləyim. İndi gelmişim Hoşadam hanım ne deyir onu eləyəcəm. Başka kimseye ben bir şey demiyorum. Şu, bu kadar. Ben onu gözleyeceğim. Ya bu kadar asandır uşağı vermek. Ondan sonra sanki bir eşyadır. Apar, sen götür, götürmesen belə eləyəcəm. Bilmem hirsimden gülüm yoksa ağlayayım. İndi Coşkun Bey, eşittiniz, duydunuz Aygün Hanım neler söyledi. Hanımefendi şimdi bununla zaten annesiyle de görüştüm. Bunun psikolojisi bozuk, maddi durumlarda gayet düşük. Yani maddi bir şey yok. Çocuğa bakıp okutma imkanı yok. Geçmişte ben yardımcı oldum bayağı. Para falan gönderdim. Daha sonra benim de maddi durumum bozulunca bu 1-2 yıldır fazla para gönderemiyorum. Onun için de çocuğun da hani beslenmesidir, okul ihtiyaçlarıdır, okula gitmesi mümkün olmadığı için o da kendi yönünden haklı bakamıyor çocuğa. Yani kimsesi yok, eve para getireni yok, çalışma imkanı yok. Kendisi rahatsız olduğu için yani ben onu bir şey diyemiyorum. Çünkü rahatsız kadın kendini geçindiremiyor. Yani hiç olmazsa çocuğun bir okulu olsun, yiyeceği yer olsun, yatacağı bir yatağı olsun. O da kendi yönünden haklı. Şimdi siz para da mı gönderemiyorsunuz? Ben imkanım dahilinde gönderiyordum ama bu anda imkanım yok. Yani imkanım olsa gönderdim zaten. 10 yıla yakın her zaman para gönderdim yani anneannesine gönderdim para. Kendisi biliyor. Gönderdi mi? Pul gönderdi. Gönderirdi. Her ay $200 bile ama indi bir hardasa bir 2 yıldır göndermiyor yani. Şimdi çocuğu ne zaman gelip götürmek istiyorsunuz? Şimdi vallahi şimdi benim işlerimin düzelmesine yakındı. Yani 1 yıla kadar 6 ay 1 yıl içerisinde eğer devlet ama bana verirse devlet şimdi resmi olarak biz evli olmadığımız için devlet onu bana verir mi? Türk vatandaşlığına kabul eder mi? Onu bilmiyorum yani. Türkiye'ye çıkmasına izin verir mi? Onu bilmiyorum. Çünkü çocuğun yaşı 12 olduğu için resmi nikahımız olmadığı için Türkiye'ye geçmesine müsaade etmez onu bilmiyorum yani oranın kanunları. Yaşı siz niye atalığı vermemiştiniz? Niye öz soyadınızı vermemiştiniz bu çocuğa? Ben zaten çocuğu benden sonra yani ben gelemedim. Ben işte işlerim oldu. Bazı problemlerim Türkiye'de oldu. Çocuğu yani siz hiç bu çocuğu yüzün görmemiş misiniz? Görmedim. Resimlerini gördüm. Resmine Ya çocuğun 12 yaşı vardı. Nasıl böyle bir şey olur? Evet. Ben sizi davet ederim. Gelin Azerbaycan'a. Gelin çocuğunuzu görün. Gelin. 12 yaşı ya. Görmek istiyorum. Ben de görmek istiyorum. O da benim sözüm. O gelmek istiyorsa gelin. Ben de Türkçe danışıram, bağışlayın. Çünkü karşımdaki anlamır. O yüzden mecburam. O zaman gelin. Şimdi sizin gel burası. Ben isterim ki siz kızınızı göresiniz. Şimdi kızınız efirdedir. Atanla danışmak istiyorsa mı? Günay, danış atanla. Ne tersen? Ata benim, sen kızına. Alo. Alo. Ata, ata benim, sen kızına. Bilirim bebeğim. Sen benimle danışırdın axı. Niye gelmirsən? Niye gelmirsən hayata bu kız için? Niye gelmirsən? Bilsem ki yani imkanım olsa geleceğim. Kimse şahane atmaz ama bu anda imkanım yok. Yani imkanım olsa zaten gelmez. Ne bileyim valla bir taraftan Məqsəd Bey'i görürəm. Burada neçə gündə oturubdu. Mətanətlə bağlı xəbərimiz var ana. Sabahları studiyada olun. Sizinlə uşağınızla bağlı deyəcəyik. Qərar verəcəyik ki sabah uşaq ne olacaqdı? Sığınacağa yerləşəcək yoksa ne olacaq? O cümlədən Məqsəd Bey. Məryəmlə bağlı bugün daha çox zənglərimiz gəlibdi. Verilişdən sonra beraber oturaq, danışaq. Sabah yenidən görüşmək ümidiyle.